Axşamınız xeyir müəllimlər. Bugünkü totumuz dərs 20 və dərs 21-ə həsr olunub. 2 mövzu haqqında danışacağıq və təlimimizə başlamamışdan öncə qeyd edim ki, əvvəlki təlimlərdəki kimi yenə də hər qruplarımızda şəkillərimiz olacaq. Hər qrupun şəkillərini biz sonra yenidən hər kəs öz qovluğuna daxil olub orada yerləşdirəcək. Yəni əvvəlki təlimlərimiz kimi təlimlərimiz 4 saat davam edəcək. Bu barədə sualınız varmı? Yoxdursa başlayaq mövzumuza. 20-ci dərsimizin mövzusu riyaziyyatın tədrisi zamanı idraki universal tədris fəaliyyətlərinin formalaşmasıdır. Ekranı mən paylaşım. Müəllimlər, əgər səslə, görüntü ilə bağlı nə isə bir problem olsa, siz mənə bildirərsiniz zəhmət olmasa. Çünki məndə ekran nümayiş olunanda sizin əllərinizi görmürəm bu səbəbdən. Görüntü varmı? Görüntüdə, səsdə problemimiz yoxdur. Hər şey qaydasındadır müəllimə. Çox sağ olun. 20-ci mövzumuz riyaziyyatın tədrisi zamanı idraki universal tədris fəaliyyətlərinin formalaşmasıdır. Əvvəlcə biz müəllimlərlə bu suallar ətrafında bir refleksiya edəcəyik. Universal təlim fəaliyyətləri nədir? Çünki biz əvvəlki dərslərdə bunlar haqqında danışmışıq. Universal təlim fəaliyyəti haqqında danışmışıq. Bu sualla onlardan bir keçmişləri yada salacağıq. Riyaziyyatın tədrisi zamanı hansı əsas məntiqi fəaliyyətlər formalaşır? Bu suallar ətrafında müzakirə edirik. Daha sonra isə növbəti slayda keçirik. Geniş mənada universal tədris fəaliyyətinə yiyələnmə, öyrənmək bacarığını, özünü inkişaf və özünü təkmilləşdirmə qabiliyyətlərinə yiyələnməni bildirir. Təlim fəaliyyətlərinin universal xarakteri özünü məktəblinin təlim fəaliyyətlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi təmin etdikdə büruzə verir. Yəni, əgər bir şagird, bir məktəbli təlim fəaliyyətində müvəffəqiyyət əldə edibsə, deməli, artıq burada təlim fəaliyyətinin universal xarakteri özünü göstərir. Məktəb riyaziyyat kursunun məzmunu, əsas məntiqi fəaliyyətlərin təhlil, sintez, müqayisə, təsnifat, analogiya və ümumiləşdirmənin formalaşmasına imkan verir. Universal təlim fəaliyyətləri nələrdir? Universal təlim fəaliyyətləri şagirdlərin yeni biliklərin mənimsənilməsini, yeni qabiliyyətlərin və bacarıqların formalaşmasını təmin edən fəaliyyət üsullarının məcmusudur. Yəni, universal təlim fəaliyyəti deyəndə şagirdlər həm yeni bilik alırlar, həm onlarda yeni qabiliyyətlər və yeni bacarıqlar formalaşır. Bax, bu, həmin o fəaliyyətlərin birləşməsi universal təlim fəaliyyətidir. Formalaşmış universal təlim fəaliyyətlər öyrənmə qabiliyyətini yaradır. Şagirdlərə müstəqil şəkildə öyrənmək, təlim məqsədlərini təyin etmək, onlara nail olmaq üçün strategiyalarını qurmaq, təlim fəaliyyəti prosesinə və nəticəsinə nəzarət etmək və qiymətləndirmək imkanı verir. Yəni, hansı uşaq ki, artıq universal tədris fəaliyyətinə yiyələnibsə, bu artıq elə bilin ki, özünün öyrənmə tərzini müəyyənləşdirib ki, mən necə öyrənə bilirəm? Təlimin məqsədlərini təyin edə bilir, prosesdə özünə nəzarət edə bilir, özünü qiymətləndirə bilir. Əgər bunlara artıq bir şagird universal tədris fəaliyyətlərinə yiyələnibsə, bu şagirddə bunlar müşahidə olunur. Və kiçik yaşlı məktəblilərin idraki universal tədris fəaliyyətlərinin formalaşması. Kiçik yaşlı məktəblilərdə idraki universal tədris fəaliyyətlərinin formalaşması təhsilin ən vacib komponentlərindən biridir. Belə ki, ibtidai məktəbdə uşaq yalnız tədris materialını mənimsəməli deyil, həm də öyrənməyi öyrənməlidir. Yəni, bir var ki, tədris materialını öyrənir, bir də var o bilməlidir ki, bu necə öyrənir? Yəni, bu hansı üsuldan, hansı vasitədən istifadə edib öyrənmək ona daha rahatdır. Bunu təbii ki, o ibtidaidən başlayıb öyrənir.
İdraki universal təlim fəaliyyətləri əldə edilmiş informasiyanın emal edilməsi, sistemləşdirilməsi, ümumiləşdirilməsi və istifadəsi üzrə əməliyyatların məcmusu daxil olmaqla ətraf aləmin dərk edilməsi üsulları və idrak fəaliyyəti formalarının sistemidir. Yəni, idraki universal təlim fəaliyyətlərinin içərisinə bunlar hamısı daxildir. İnformasiyanın emal edilməsi, sistemləşdirilməsi, ümumiləşdirilməsi, sonra istifadəsi, ətraf aləmin dərk edilməsi üsulları, idrak fəaliyyəti, hamısı bunlar idraki universal təlim fəaliyyətlərinin içərisinə daxildir. Və bunun içərisinə daxil olanları 3 qrupa ayırıblar. Ümumi təhsil fəaliyyətləri, məntiqi fəaliyyətlər, bir də problemlərin müəyyən edilməsi və həll edilməsi fəaliyyətləri. Əvvəlcə biz baxacağıq birinci ümumi təhsil fəaliyyətlərinə. Gəlin baxaq. Ümumtəhsil universal fəaliyyətləri ümum-elmi xarakter daşıyır. Onlar biliklərin əldə edilməsi və tətbiqinin universal üsullarıdır. Yəni, necə əldə edirlər və əldə etdiklərini, yəni necə öyrənirlər, necə alırlar bu biliyi, bir də necə tətbiq edirlər. Bax, bunları əhatə edir ümumtəhsil universal fəaliyyətləri və bunun içərisinə daxildir təlim, informasiya fəaliyyətləri. Təlim tapşırıqlarının həlli üçün informasiyanın tapılmasını, emalını və istifadəsini təmin edən bacarıqlara əsaslanırlar. İnformasiya ilə iş. Lazımi informasiyanın axtarılması, seçilməsi, müxtəlif informasiya mənbələri ilə iş, informasiyanın emalı, informasiyanı daha çox və ya daha az ətraflı izah etmək, əsas və ikinci dərəcəliləri seçmək, informasiyanı strukturlaşdırmaq və yenidən strukturlaşdırmaq bacarıqları. Bunlar informasiya ilə iş üzrə bacarıqlara aiddir. Daha sonra yazılı mətnlərlə iş. Mətnləri cəld, düzgün və şüurlu şəkildə oxumaq, oxunanları anlamaq, yəni şüurlu oxumaq, yazılı mətnin planını tərtib etmək, mətnləri savadlı şəkildə köçürmək və diktə ilə yazmaq. Daha sonra şifahi ismarıcılarla iş. Kontekstə görə tanış olmayan sözlərin və ya nitq hissələrinin mənasını təxmin etmək, yəni hər hansı bir mətn verilibsə, şifahi yəni burada artıq dinləmə, şifahi ismarıc nədir? Yəni yazılı deyil də, bu dinlədi, eşitdiyi mətndə kontekstə görə tanış olmayan sözlərin və ya nitq hissələrinin mənasını təxmin etmək, burada həmin bu eşitdiyinin planını tərtib etmək, bunun əsasında cədvəllər və sxemlər tərtib etmək bacarığıdır bu, fəaliyyətidir. Daha sonra informasiya mənbələri kimi real obyektlərlə iş. Baxın, burada deyə bilərsiniz ki, bəs burada da informasiya var idi. Burada sırf informasiyanın özü ilə iş var idi, görürsünüzmü? Yəni, bu məlumatla, xəbərlə iş. Amma bu sonuncu isə informasiyanın mənbələri ilə işdir. Yəni, artıq real informasiya mənbələrini şagird seçməyi bacarmalıdır ki, o informasiyanı hardan əldə etsə ona daha faydalı ola bilər, daha az zaman sərf edə bilər. Müşahidə həyata keçirmək, müşahidə olunan obyektin keyfiyyət və kəmiyyət təsvirini həyata keçirmək, dərs tapşırığına əsasən müşahidə və eksperimenti istifadə etmək zəruriliyini müəyyən etmək, eksperiment proqramını formalaşdırmaq, eksperimental işi, onun nəticələrini və fərziyyələrinin isbatı haqqında nəticələri təsvir etmək. Bunlar hamısı aid idi ümumi təhsil universal fəaliyyətlərinə. Hələ də davam edir. İkinci punktda isə daxildir. İşarə simvolik vasitələrin istifadəsini ayırmaq bacarıq. Bax, bunlarda mətn əsasında cədvəllər, sxemlər, qrafiklər və diaqramların tərtib edilməsi. Yəni, yazılı formada, mətn formasında verilən məlumatı cədvələ, sxemə, qrafika, diaqrama çevirmək. Tədris tapşırığına əsasən müxtəlif maddi və ya əqli modelləşdirmə növlərinə istifadə. Maddi, yəni burada əşyalar, sırf əşya çoxluğu ilə olan modellərlə də, yəni olan tapşırıqlar nəzərdə tutulur və əqli, yəni zehnində artıq onun təxəyyülündə canlandırır. Əqli model deyəndə də onu nəzərdə tuturlar. Tədris məzmununu bir işarə simvolik sistemdən digərinə çevirmək bacarılır. Bu da artıq, yəni,
bir işarə simvolik sistemdən digərinə çevirmək deyəndə nə nəzərdə tutulur? Tutaq ki, biz bir vurma əməlini təkrar toplama ilə də yaza bilərik. Tutaq ki, 4 vur 5-dirsə, 4 dənə 5-i də toplaya bilərik. Bunu vurma əməli ilə də 4 vur 5 kimi də yaza bilərik. Bax, bu artıq bir işarə simvolik sistemdən digərinə çevirmək bacarığı deyəndə bunu nəzərdə tutur. İkinci punkta keçsək, artıq məntiqi fəaliyyətlər. Məntiqi fəaliyyətlərin içərisinə isə daxildir əsas məntiqi fəaliyyətlər. Bunlar təhlil, sintez, müqayisə, bu nədir? Seriasiya, təsnifat və ümumiləşdirmə. Bu seriasiya sözü əslində müəllimlər eşitmisinizmi belə bir söz? Müqayisə, seriasiya, yəni seriyalara ayırmadır. Seriasiya. Baxaq. Mən bunu neçə dəfə oxumuşam, bu sözü amma tanış. Məştubat biri, yarıya qədər oxumuşam, bu sözə rast gəlməmişəm. Əslində mən slayd üstünə bir neçə dəfə keçmişəm, bu söz nəzərimə çatmayıb. Sıralama deyiləm, sıralama. Deməli, seriyasiya ilə yəqin seriyalara ayırmaq, sıralama da elə, bu da təsnifat kimi bir şeydir. Deməli, təhlil, sintez, müqayisə, seriyasiya, təsnifat və ümumiləşdirmə. Anlayışların müəyyən edilməsi, müəyyən edilən obyektləri və onların əhəmiyyətli əlamətlərin məcmusunu fərqləndirmək, cins və növ anlayışlarını fərqləndirmək, yəni bu hansı cinsə aiddir, hansı növə aiddir, anlayışların cins növ müəyyənləşdirməsini keçirmək, yəni müəyyən edilən anlayışın obyektlərin ən yaxın cinsini və onların fərqləndirici əhəmiyyətli əlamətlərini tapmaq. Daha sonra isbat və təkzib. Tezis, dəlillər və isbat formasını fərqləndirmək, daha az ümumi mühakimə olan dəlillərdən ümumi tezisin doğruluğunu çıxarmaq, daha ümumi mühakimə olan dəlillərdən tezisin doğruluğunu çıxarmaq. Burada fikir verirsinizmi müəllimlər? Daha az ümumi mühakimə olan dəlillərdən deyir, daha ümumi mühakimə olan dəlillərdən. Yəni burada induksiya və deduksiyanı nəzərdə tutur. Az ümumi mühakimə olan dəlillərdən ümumi tezis çıxarmaq, bir də ümumi mühakimə olan dəlillərdən tezis çıxarmaq. Tezisə zidd fikrin yanlışlığını isbat etməklə tezisin doğruluğunu müəyyən etmək. İsbat edilən bir tezis istisna olmaqla tam ətraflı məcmudan alternativ fikirləri ardıcıl olaraq xaric etmək, tezisdən yanlış nəticələri çıxarmaqla onun təksibini həyata keçirmək, antitezisin doğruluğunu təyin etməklə tezisin təksibini həyata keçirmək. Bu yerdə mən Yuliya xanıma sual verdim. Əslində, yəni bu məqalələrdə biraz mənə qaranlıq qalan yerlər var idi. Dedim ki, ola bilər ki, müəllimlər bu yerdə bizə sual verərlər ki, məsələn, tezis, dəlil, isbat formasını fərqləndirmək deyəndə biz bunu harda tətbiq edəcəyik? Yəni, birinci sinifdə burada ümumiyyətlə bura qədər danışdıqlarımız sadəcə bu universal tədris fəaliyyətlərinin ümumi bunlar haqqında danışırıq. Yəni, bu o demək deyil ki, bunların hamısı ibtidai sinifdə tətbiq olunur. İndi siz görəcəksiniz ki, slaydlarda bir yerə qədər biz ümumiyyətlə bu nəzəriyyə haqqında məlumat verir. Daha sonra isə bu nəzəriyyənin ibtidai sinif səviyyəsində tətbiq olunan hissələri haqqında danışacağıq. Yəni, bunlar ümumi məlumatlardır. Əgər sizə də müəllimlər dərs təlim vaxtı ola bilərlər ki, müəllim deyirsiniz, məsələn, filan tezis, dəlil, isbat formasını fərqləndirmək, hansı tapşırıqda biz bunu tətbiq edəcəyik, bir nümunə göstərə bilərsinizmi? Biz bu zaman siz deyə bilərsiniz ki, biz əslində bu universal tədris fəaliyyəti haqqında, ümumi nəzəriyyə haqqında əvvəlcə məlumat veririk. Daha sonra isə bizə lazım olan ibtidai sinifdə tətbiq olunan hissəsi haqqında ətraflı geniş danışacağıq.
Ona görə də əgər sizə belə suallar gəlsə, siz də belə cavablandıra bilərsiniz. Hər hansı haqqında nümunə istəsələr, özünüzdən nümunə gətirə bilərsiniz. Məsələn, bax, burada indi deyir, tezisə zidd fikrin yanlışlığını isbat etməklə tezisin doğruluğunu müəyyən etmək. Yəni, hər hansı bir fikir səsləndirmək olar ki, məsələn, qış fəslidir, deyə bilərik ki, yay fəslidir, qar yağır. Yəni, burada artıq bunun yanlışlığını isbat etməklə doğruluğunu müəyyən edə bilərik də. Əgər deyiriksə, qış fəslidirsə, qış fəslində, üzr istəyirəm, yay fəslidirsə, yay fəslində qar yağa bilərmi? Təbii ki, bu antitezisdir. Yay fəslidirsə, qarın yağması normal deyil. Bax, buna artıq biz əks dəlil gətiririk ki, yox, ola bilməz də, yay fəslidir. Yay fəslidirsə, qar yağa bilməz. Və yaxud, məsələn, burada deyil, ispat edilən bir tezis istisna olmaqla tam ətraflı məcmudan alternativ fikirləri ardıcıl olaraq xaric etmək. Yəni, burada doğru olmayan fikirləri çıxarır. Məsələn, deyə bilərik ki, ev istidir, yay fəslidir, ev çox istidir və evin isti olmasının səbəbi kombi sisteminin qoşulu olmasıdır. Yəni, burada biz kombi sistemini, bəli, yay fəslində hava isti ola bilər, evlərimiz isti ola bilər. Amma bu evlərimizin isti olması səbəbi kombi sistemimizin aktiv olması, yəni radiatorlarımızın, atoplenyalarımızın işləməsi səbəb ola bilərmi? Yay fəslində təbii ki, bu səbəb ola bilməz də. Yay fəslində səbəb ola bilər evimizin isti olmasında havanın hərarəti, günəşin hərarəti, havanın temperaturunun yüksək olması səbəbindən evimiz isti ola bilər. Yəni, alternativ fikirləri ardıcıl olaraq xaric etmək budur ki, bu tipli fikir varsa, yay fəslində evimizin isti olmasına aid. Biz ona aid olmayan fikirləri oradan xaric edib, yəni çıxara bilərik. Bu kimi dəlillər gətirə bilərsiniz. Əgər sizə sual versələr, təbii ki, desələr ki, bundan danışırsınız, biz bunu, məsələn, riyaziyyatda mən o əsasən gəlir də belə suallar. Mən birinci sinifdə tədris edirəm, mən bunu nədə tətbiq edəcəm? Daha sonra davam edirik. Arqumentlərin təksibini həyata keçirmək, arqumentlərin və tezisin əlaqəsinin təksib edilməsini həyata keçirmək, səbəb-nəticə əlaqələrinin qurulması, mühakimələrin məntiqi zəncirinin qurulması. Və ən sonuncu problemlərin müəyyən edilməsi və həll edilməsi. Problemin müəyyən edilməsi arzu olunan gerçək, məlum və naməlum arasında uyğunsuzluğun təyin edilməsi. Problemi həll etmək üçün biliklərin, bacarıqların, fəaliyyət və üsulların yeni vəziyyətə keçirilməsi. Problemin yeni həlli üçün məlum vasitələrin birləşdirilməsi. Problemin həlli üzrə fərziyyələrin tərtib edilməsi. Bu da oldu problemlərin müəyyən edilməsi və həll edilməsi üçün lazım olan fəaliyyətlər. İbtidai məktəbdə riyaziyyat dərslərində idraki universal tədris fəaliyyətləri. Deməli, ibtidai məktəblərdə riyaziyyat dərslərində sadalanan bütün idraki universal tədris fəaliyyətləri formalaşdırmaq mümkün deyil. Baxın, indi dediyim həmin məqam burada qeyd olunub. Yəni, biz danışdıq bundan öncə, üzr istəyirəm, bundan öncə danışdığımız bütün məqamlar ibtidai məktəbdə riyaziyyat dərslərində tətbiq olunmur, hamısını formalaşdırmaq bilmərik. Universal tədris fəaliyyətlərinin əksəriyyətinin formalaşması bütün məktəbdə təhsil müddəti ərzində müxtəlif fənləri öyrənərkən baş verir. Yəni, bunların hamısının universal tədris fəaliyyətlərinin hamısının formalaşması məktəb dövründə yuxarı siniflərdə də davam edir və yəni bütün məktəbi bitirənə qədər formalaşır da bunların hamısı. Bunlar vacib deyil ki, hamısı ibtidai sinifdə, ibtidai təhsil dövründə formalaşsın. İdraki universal tədris fəaliyyətləri kifayət dərəcədə formalaşma səviyyəsini şagirdlərin aşağıdakı bacarıqlara yiyələnməsi göstərəcək. İndi artıq bizə, bax, bu bacarıqlar artıq önəmlidir ki, bunları biz ibtidai siniflərdə, şagirdlərdə formalaşdırmalıyıq. Lazımi informasiyanı seçərək oxumaq və dinləmək, onu dərslikdə, dəftərdə, əlavə ədəbiyyatda tapmaq. Yəni, bir informasiyanı oxuyuruq ki, bu informasiyanın hansı məqamı bizə lazımdır və yaxud dinləyiriksə, bu dinlədiklərimizin içərisində hansı daha vacibdir, hansı bizə lazımdır.
və onu dərslikdə, dəftərdə və əlavə ədəbiyyatda tapmaq, dərs tapşırığını həll etmək üçün zəruri olan informasiyanı əzbərdən xatırlamaq, hər hansı bir öyrədilmiş bilikləri varsa, onlar onu tapşırıq həllində, tutaq ki, bir düstur əzbərləyiblərsə, bu düsturu yadlarına salmalıdırlar ki, o misalı həll edə bilsinlər də, tətbiq edə bilsinlər. Bax, burada da onu nəzərdə tutur ki, zəruri olan informasiyanı əzbərdən xatırlamaq, səbəb-nəticə əlaqələrini formalaşdırmaq, təhlil və sintez, müqayisə, təsnifat yerinə yetirmək, nəticələr çıxarmaq, ümumiləşdirmələr aparmaq. Bu haqda biz danışmışıq məsələ həllində, daha sonra 10 dairəsində ədədlərin üzərində əməllər mövzusu keçərkən biz səbəb-nəticə əlaqələrini, mətnli məsələlərin həllində, təhlildən, sintezdən, müqayisədən, təsnifatdan, bunların hamısından biz danışmışıq. Müəllimlərlə irəli sürülən fikirlərin isbatı kimi nümunələr gətirmək, bir fikir irəli sürübsə, onu isbat etmək üçün nümunələr gətirə bilməlidir. Problemli sualları müzakirə edərkən fərziyyələr söyləmək, yəni fərziyyə irəli sürməlidir ki, mən bu problemi həll etmək üçün bu yoldan istifadə etməyi təklif edirəm. Təklif edilən bir neçə həldən həlli seçmək. Yəni və yaxud bir neçə həll üsulu verib, deyir ki, bunlardan uyğun olanı seçmək və öz seçimini əsaslandıra bilməlidir ki, nə üçün məhz mən bu həlli seçmişəm? Təyin edilən tapşırığı anlamaq. Əqli və ya maddiləşdirilmiş formalarda idraki təhsil fəaliyyətlərini həyata keçirmək, yəni bunu əqlində, təxəyyülündə, təfəkküründə canlandıracaq və ya konkret bir əşyalarla modelləşdirəcək, modelləşdirilmiş o deməkdir. Cürbəcür tapşırıqları həll edərkən işarə və simvolik vasitələrdən istifadə etmək, tapşırıqların həllində toplamadan, çıxmadan, nə bilim, böyükdür, kiçikdir, kimi əməl işarələrindən istifadə etmək, simvolik vasitələrdən, simvollardan istifadə edə bilməyi bacarmalıdır. Cədvəllər, modellər, sxemlər, rəsmlər vasitəsilə təqdim edilən məlumatları anlamaq. Yəni, qrafik formada onlara təqdimat verilibsə, onları da anlaya bilməlidirlər. İdraki universal tədris fəaliyyətləri. İdraki universal tədris fəaliyyətlərinin mənimsənilməsi kiçik yaşlı məktəblilərin uğurlu idrak fəaliyyəti üçün zəruri olan öyrənmək kompleks bacarığının intellektual tərkib hissəsidir. Yəni, öyrənmək üçün onlar kompleks və öyrənmək üçün ona hansı fəaliyyətlər lazımdır? Kompleks şəkildə o nələri olmalıdır ki, öyrənə bilsin? Öyrənmək bacarığının təşkilatı tərkib hissəsinə barəsində daha sonra danışacağımız regulyativ universal tədris fəaliyyətləri cavabdehdir. Yəni, biz bugün bu mövzuda danışmayacaq. Yəqin ki, irəlidəki dərslərimizdə regulyativ universal tədris fəaliyyətləri haqqında danışılacaq bir mövzumuz olacaq. Riyaziyyat dərslərində idraki universal tədris fəaliyyətlərinin inkişaf etdirilməsi. Riyaziyyat öyrənilərkən məntiqi və işarə simvolik universal tədris fəaliyyətlərinin formalaşdığı əsas fənlərdən biridir. Yəni, riyaziyyat da o fənlərdəndir ki, burada məntiqi fəaliyyətlər, işarə simvolik məntiqləri formalaşır uşaqların, işarə simvolik universal tədris fəaliyyətləri formalaşır. Lakin ibtidai sinif şagirdləri informasiyanın təqdim edilməsinin bir üsulundan digərinə keçidi heç də həmişə asanlıqla həyata keçirmirlər. Çox vaxt vizual obrazlarla dəstəklənməyən riyazi fikir və ya tapşırığın şərti şagird üçün anlaşılmaz olaraq qalır. Bəli, biz müəllimi, biz dərslərimizdə də görürük ki, çox vaxt onlar çətinlik çəkirlər. Yəni, onlar şifahi şəkildə anladığı bir informasiyanı məsələn, tutaq ki, məsələnin şərtini oxuyurlarsa, 2 əməlli, 3 əməlli məsələlərdə tez bir zamanda onun həllini tapmaqda çətinlik çəkirlər. Əgər və bu çox vaxt nə üçün belə çətinliyə səbəb olur, nə səbəbə çətinlik çəkirlər? Əgər onlarda vizual yoxdursa, yəni həmin o məsələyə aid bir şəkil yoxdursa, və yaxud məsələni onların xəyalında, təxəyyüllərində canlandırmaq üçün köməkçi bir vasitə yoxdursa, o zaman onlar çətinlik çəkəcəklər. Amma bizim göstərilən bu problemi həll etmək üçün kursumuzda kompüter təqdimatları var ki, bu təqdimatlarda əyanilikdən istifadə olunub. Burada şagird dərsdə işlədiyi informasiyanın həcmini artırmağa, eləcə də yalnız
statik şəkilləri deyil, həm də uşağa daha aydın olaraq dinamik modelləri göstərməyə də imkan verir. Yəni bizim normalda biz tədris etdiyimiz dərsliklərdə yalnız şəkillər verilirsə, amma kursumuzda olan təqdimatlarda hətta dinamik modellər verilir. Yəni hərəkətli modellər verilir ki, şagirdlər bu hərəkətli dinamik modellərə baxanda yəni daha yaxşı dərk edirlər, daha yaxşı anlaya bilirlər. Tapşırıqlarda onlardan istəniləni, onlardan nə istəyir, nə verir, bunları daha yaxşı anlaya bilirlər. Dərslikdə lazımi informasiyanı tapmaq bacarığını formalaşdırmaq üçün dərs ilinin əvvəlində keçirilən dərslərdə dərslik materialının strukturu ilə tanışlıq işi təşkil edilmişdir. Yəni, burada artıq biz keçdik kursumuzda universal tədris fəaliyyətlərini formalaşdırmaq üçün hansı tapşırıqlar var? Yadınızdadırmı? Yəqin ilk təlimlərdə görürdünüz ki, müəllimlər narazılıq edirdilər. Nədən? Deyirdilər ki, müəllimlər, iş dəftərindən kitaba keçirik, kitabdan iş dəftərinə keçirik, o səhifədən bu səhifəyə keçirik, bu səhifədən o səhifəyə keçirik. Bizim üçün çox çətindir. Uşaqlar hələ tədris ilinin əvvəllərindədirlər, səhifəni tapa bilmirlər, iş dəftərindən dərsliyə keçid edə bilmirlər. Belə çətinliklərlə qarşılaşırdılar. Və biz onlara nə cavab verirdik? Deyirdik ki, bunun əslində bizim bu kursa bunun salınmasında məqsəd var ki, kursda yalnız şagirdə bilik vermirik də, biz bu şagirdlərdə həm də fəaliyyətlər formalaşdırmaq, universal tədris fəaliyyətləri formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Baxın, elə burada ondan danışılır ki, lazımi informasiyanı tapmaq bacarığını formalaşdırmaq üçün həmin keçidlər tətbiq olunub kursda. Və burada görürsünüzmü, göstərir. Məsələn, ikinci mövzuda dərsliklə iş, səhifə 7. Şagirdlərə təklif edirlər ki, 7-ci səhifəni açsınlar. Bir neçə dərs öyrənəcəyiniz böyük mövzunun dərslikdə adını bölmə olduğunu izah. Yəni, bu bir neçəni dərsin adı birləşib bölməni əmələ gətirib bölmə olduğunu izah eləyin. Dərsliyin səhifəsində bölmənin adının harda yazıldığını izah eləyin və ekranda göstərin. Yəni, müəllimlərə bu təklif olunub. Şagirdə bu adı oxumasını təklif edin. Şagirdlərə dərsliyin növbəti səhifəsini açmalarını təklif edin. Açdıqları səhifənin nömrəsini soruşun. Şagirdlərə bu nömrəni səhifədə tapa bilmədiyinizi söyləyin və onlara sizə köməklik göstərmələrini və bu nömrənin səhifənin harasında yerləşdiyini söyləmələrini təklif edin. Yəni, deyin ki, və burada müəllimlərə təklif olunurdu ki, elə eləyin ki, güya siz tapa bilmirsiniz. Deyin ki, siz mənə kömək edərsinizmi? Harada yerləşir? Belə bir suallarla müraciət eləyin şagirdlərə. Bu səhifədə bölmənin nömrəsini və ya adının yuxarıda, aşağıda isə dərs mövzusunun adının yazıldığını müzakirə edin və ekranda göstərin. Şagirddə dərsin mövzusunu oxumağı təklif edin. Şagirdlərin diqqətinə çatdırın ki, bu səhifə araşdırma müzakirə adlı çərçivəyə daxil edilib. Bunu ekranda göstərin, bu çərçivənin adını müzakirə edin. Deməli, bu hamısı müəllimlərə təklif olunub. Metodik vəsaitdə bu verilib təbii ki onlara. Onlar metodik vəsaitdəki bu tövsiyələrə görə şagirdlərdə bu bacarıqları inkişaf elətdirməli idilər və təqdimatlarda da belə real şəkildə göstərərək. Yəni, bunu misal çəkir ki, kursumuzda belə tapşırıqlara yer verilir ki, şagirdlərin fəaliyyətlərini formalaşdırmaq məqsədi daşıyır. Daha sonra təklif edilən bir neçə həldən həll seçməyi, seçimlərini əsaslandırmağı, şagirdlər mətn tapşırığını həll etmək üçün ifadəni seçmək bacarığını formalaşdırarkən öyrənirlər. Baxın, burada şəkil verib və bir neçə nümunə verib. Bu şəklə uyğun nümunəni buradan seçməyi onlara tövsiyə olunur bu tapşırıqda. Təbii ki, onlar buna şəklə uyğun nümunəni seçə bilirlər. Daha sonra isə doğru cavab onlara göstərilir. Maddiləşdirilmiş formada idraki tədris fəaliyyətlərini həyata keçirmək bacarıqlarının formalaşmasına kursa praktik işlərin daxil edilməsi səbəb olur. Saat çubuqları və ya rəngli karandaşlarla işləyərək şagirdlər hesablama əməliyyatlarının maddi əsasını dərk edirlər. Bu da öyrənilən materialı daha yaxşı anlamağa səbəb olur. Riyaziyyatın ətraf aləmlə necə bağlı olduğunu göstərir. Yəni, bunlar da biz müəllimlərə keçmişik.
artıq keçilən dərslərdədir ki, onlar toplama əməlinin mahiyyətini ya say çöplərini, ya da rəngli karandaşlarla toplama əməlinin mahiyyətini dərk etmişdilər ki, toplama əməli birləşdirmək deməkdir, çoxluqdakı əşyaları bir yerə yığmaq deməkdir, toplayan zaman əşyaların sayı mütləq artmalıdır. Bax, bu da ona xidmət edir. Daha sonra işarə və simvolik vasitələrdən istifadəni şagirdlər mətn tapşırıqlarını həll etməyi öyrənməklə birlikdə öyrənirlər. Bu tapşırıqları sxematik şəkildə təsvir etməklə məktəblilər tapşırığın şərtində bəhs olunan kəmiyyətləri görməyi, bu kəmiyyətlər arasındakı qarşılıqlı əlaqələri anlamağı, tapşırığı həll etmək üçün lazımi əməli seçməyi öyrənirlər. Mətn tapşırıqları deyəndə məsələlər nəzərdə tutulur. Baxın, burada məsələn, sinifdə 5 qız və 3 oğlan var, sinifdə cəmi neçə uşaq var. Baxın, məsələnin şərtinə görə dairələr çəkilir. Daha sonra oğlanların sayına uyğun göy dairələr çəkilir və nəyi tapmalıyıq? Artıq şagird həm burada şəkildə görür, həm də bu məsələyə uyğun sxematik modeldə qurulur burada. Sxemlər göstərilir sxemlə ki, hə, bax, burada şəkillərlə, konkret dairələrlə oğlanların sayına uyğun, qızların sayına uyğun bu tiplikdə tapşırıqlarımız bizdə kursumuzda daxil edilib. Daha sonra cədvəllər, modellər, sxemlər, rəqəmlər vasitəsilə təqdim edilən məlumatları anlamaq bacarıqlarının formalaşmasında informasiyanın təqdim edilməsi mövzusunun öyrənilməsi böyük töhfə verəcək. Yəni, belə tapşırıqlar da var ki, cədvəllə, modellə, sxemlə və yaxud da rəsmlə verib, şagirdlər buna baxaraq buradakı məlumatları anlaya bilməlidirlər. Buna da misal olaraq, bax, bu tapşırığı göstərə bilərik ki, sırf cədvəllə verilib və bu cədvələ baxaraq şagirdlər bu sualları cavablandırmağı bacarmalıdırlar ki, ümumi say nə qədərdir, qırmızı ilə sarının fərqini tapmağı, birlikdə və yaxud qırmızı ilə sarılar, zolaqlılardan nə qədər çoxdur, bu tipli sualları təbii ki, cədvələ baxaraq cavablandırmağı bacarmalıdırlar. Gördüyümüz kimi, müxtəlif idraki təhsil fəaliyyətlərinin formalaşmasında mətn tapşırıqlarının həlli böyük rol oynayır. Belə ki, tapşırığın həll edilməsi prosesində şagirdlərdə praktik olaraq bütün idraki universal tədris fəaliyyətləri formalaşır. Tapşırığın şərtini, mətnini təhlil edərkən şagirdlər təsvir edilən hadisələrin ardıcıllığını qurur, əsas və ikinci dərəcəliləri seçirlər, səbəb-nəticə əlaqələrini qururlar. Baxın, mətnlərdə, üzr istəyirəm, məsəllərdə əsas və ikinci dərəcəli deyəndə nə başa düşülür? Yəni, əsas bizə lazım olan nədir? Məsələn, ola bilər ki, mətndə bəhs olunur ki, məsələnin şərtində deyir ki, bağban həyətdə ağac əkirdi, o küçənin, tutaq ki, bağın sağ tərəfində bu qədər ağac əkdi, sol tərəfində bu qədər ağac əkdi. Baxın, və burada bizə lazım olan sağ tərəfdə əkilən ağacın sayıdır, sol tərəfdə əkilən ağacın sayıdır. Bunlar bizə əsas məlumatlardır da. İkinci dərəcəli məlumat isə bağbanın bağda işləməsidir. Yəni, o bağda əkib bu ağacı və yaxud küçədə əkib, nə bilim, səkinin kənarında əkib, bu bizim üçün vacib olan məlumat deyil də. Bu artıq ikinci dərəcəlidir. Bizə əsas olan məlumat oradakı ağacların sayıdır ki, bu şagird onun üzərində əməl aparmaqla məsələni həll edəcək. Və əsas və ikinci dərəcəliləri seçib deyəndə onu nəzərdə tutur. Səbəb-nəticə əlaqələrini qururlar ki, nə üçün, nə səbəb oldu və sualdan qayıdırlar şərtə, nəyi tapmalıyıq, bunu tapmaq üçün biz nələrə diqqət etməliyik və yaxud şərtdən gəlir suala, bizə nə verib, nə axtarır. Bu kimi səbəb-nəticə əlaqəsini qururlar. Tapşırığın şərtinin sxematik yazılışını həyata keçirərək həll üçün lazım olan modelləri və sxemləri yaradırlar və ya dəyişirlər. Bayaq da göstərdiyi kimi model, məsələn, oğlanlara, qızlara görə model qurdu orada. Dairələrlə göstərdi və yaxud sxemlərlə göstərə bilərlər. Və bunları bir-biri ilə əvəz edə bilərlər. Tapşırığın şərti üsulunun axtarılması prosesində şagirdlər məntiqi düşünürlər. O cümlədən əsas məntiqi bacarıqları istifadə edərək və səbəb-nəticə əlaqələrini quraraq konkret şərtlərdən asılı olan ən effektiv həll üsulunu seçirlər. Baxırlar ki, hansı həll üsulu onlar üçün daha effektivdir, daha asan olar
daha tez nəticəyə çata bilərlər. Tapşırığı həll edərkən şagirdlər həlli əldə etmək və izah etmək üçün işarə və simvolik vasitələrlə işləyirlər. Həll üçün zəruri olan informasiyanı əzbərdən xatırlayırlar. Bayaq da dediyimiz kimi hər hansı bir tətbiq edəcəklərsə, əzbərdən, məsələn, tutaq ki, perimetri hesablayacaqlarsa, onlar yadlarına salmalıdırlar ki, biz perimetri hesablamaq üçün nə etməliydik? Tərəflərin uzunluqları cəmi toplamalıydıq və yaxud sahəni hesablamaq üçün biz nə etməliydik? Fiqurun enini uzunluğuna vurmalıyıq. Yəni, bu artıq zəruri olan informasiyanı yadlarına salırlar, daha sonra isə işləyirlər və ya işarə və simvolik vasitələrlə işləyirlər. Tapşırığın həllinin düzgünlüyünü yoxlayaraq, məktəblilər öz həllərini nümunə ilə müqayisə edirlər. Əldə edilən nəticələri tapşırıqda təsvir edilən vəziyyətə və ətrafdakı gerçəkliyə uyğun olaraq təhlil edirlər. Yəni, burada da biz mətnin məsələləri keçəndə bu həllin düzgünlüyünü yoxlamaq məsələsinə toxunmuşduq. Demişdik, ənənəvi üsulla yoxlaya bilər həllin düzgünlüyünü, tapdığını yerinə qoyub yoxlaya bilər, axtarılmışdı, indi tapdı. O tapdığı nəticəni axtarılanın yerinə qoyub hesablaya bilər ki, doğru nəticə tapıbmı və yaxud müəllim doğru cavabı ona göstərə bilər ki, şagirdlər öz cavabları ilə müqayisə etsinlər ki, hə, mənim cavabım müəllimin göstərdiyi cavabla eynidir, üst-üstə düşür, deməli mən düzgün həll etmişəm. Bundan da istifadə edə bilər. Ümumiyyətlə, tapşırığın həllinin hər mərhələsində şagird idraki tədris fəaliyyətlərini kompleks yerinə yetirir. İndi bizim tapşırığımız var burada. Tapşırıq nədən ibarətdir? Müəllim 3-cü sinif şagirdlərinə aşağıdakı tapşırığı verdi. Deməli, bilməz bizə qonaq gəlib, o tapşırığı yerinə yetirməlidir. Hər sözün nə demək olduğunu etməlidir. Lakin bilməz bunu necə edəcəyini anlamır, gəlin kömək edək. Lövhədəki sözləri oxuyun və izahların ən dəqiq olması üçün cümlələrin hansı sözlərlə tamamlanmalı olduğunu söyləyin. Deməli, burada görürsünüzmü, boş yerlər var. 3-cü sinif şagirdləri bu boş yerlərə sözlər əlavə etməklə bu cümlələri tamamlamalıdırlar. Və növbəti slaydda bizə bu tamamlamanı verib. Deyir ki, şagirdlər belə tamamlayırlar. Məktəbli, məktəbə gedən insandır. Pianoçu, fortepianoda ifa edən insandır. Stomatoloq, dişləri müalicə edən insandır. Kvadrat, bütün tərəfləri bərabər olan fiqurdur. 3-cü sinif şagirdləri tapşırığı düzgün yerinə yetirdilərmi? Doğru təklifləri, tərifləri təklif edərək səhvləri düzəldin. Bizdən soruşur ki, sizcə 3-cü sinif şagirdləri bu tapşırıqları doğrumu yerinə yetiriblər? Müəllimlər, gəlin əvvəlcə biz elə bunu özümüz müzakirə edək. Sizcə burada səhv hardadır? Məsələn, birinci cümlədən başlayaq. Məktəbli, məktəbə gedən insandır. Cavab vermək istəyən varmı müəllimlərdən? Fikriniz varmı səhvə və yaxud səhv varmı? Varsa nədir? Bəlkə yoxdur. Müəllimlər, eşidirsinizmi? Salam Fərdə xanım, salam müəllimlər. Salam, axşam. Cəhənnəm müəllimə sizsiz? Yox, Qumru Şirinovadır da. İndi müəllimə, buyurun. İndi çatmışam evə, hər 4-5 dəqiqələr qoşulmuşam. Zəhmət olmasa təzən göstərə bilərsinizmi? Cümlələri oxudum, amma sualın nə olduğunu anlamadım. Bəli, buyurun. Görürsünüz. Bəli, məktəbə gedən insan. Siz soruşursunuz ki, bu 3-cü sinif şagirdi düzgün yerinə yetirə. Əslində, baxın, 3-cü sinif şagirdi bu cavabı verib. İndi biz də təhlil etməliyik ki, doğru mu verib? Əgər doğrudursa heç. Doğru deyilsə yanlışı nədədir? Məsələn, məktəbli məktəbə gedən insandır deyə cavablayıb bunu. Belə düzgündür, amma əvvəlki nə nəzərdə tutmuşdunuz? Nə soruşurdunuz? Bax, belə baxın, Jalə xanım, baxın, belə bir boş verilmişdi onlara. Məktəbli, bu boş yerləri öz əlavə etməli idi. Demişdik ki, ifa edən insan, stomatoloq, dişlər müalicə edən, kvadrat bütün bərabər olan fiqurdur. Yəni, düşünürsünüz ki, səhv yoxdur.
Məmə cavab verə bilərəm. Kvadratda deyə bilər ki, kvadrat bütün tərəfləri bərabər olan, burada dəqiq deməlidir ki, nədir? Məktəbə gedən insandır, şagirddir. Pianoçu, fortepian ifa edən. Aysu xanım, buyurun. Demək istəyirsiniz. Axşamınız xeyir. Buyurun Ayşə xanım, axşamınız xeyir. Müəllimə, mən düşünürəm ki, hamısını çox ümumiləşdirib, hamısını sonuna insandır və yaxud da fiqurdur adlandırıb. Məsələn, pianoçuya musiqiçidir deyə bilərdi. Məsələn, fortepianoda ifa edən musiqiçi, stomatoloqa dişlər müalicədə həkimdir. Məktəbliyə məktəbə gedən şagirddir, ay sağ olun. Kvadratda bütün tərəfləri bərabər olan fiqur. Məncə O yox. o məncə düzgündür. Bəli. Amma ilk üçündə hamısını eyniləşdirib insan. Bəli. Baxın müəllimlər, düz vurdunuz Ayşə müəllimə. Bəli, ümumiləşdirib elədir. Məktəbə gedən insandır. Məktəbə müəllim də gedir, məktəbə texniki işçi də gedir, məktəbə nə bilim bufetdə fəaliyyət göstərən aşpaz da gedir. Yəni hər məktəbə gedənə biz məktəblimi deyə bilərikmi? Şagird deyib ki, məktəbə gedən insandır. Məktəbə çox insan gedir. Valideynlər də gedir, uşaqlarını aparırlar, gətirirlər. Yəni hər məktəbin qapısından içəri girəni biz məktəbli adlandıra bilərikmi? Xeyr. Bu deməli burada deməlidirlər ki, məktəbə öyrənmək üçün, təhsil almaq üçün gedən uşaqlardır. Yəni şagirdləri bunu deməlidir ki, məktəbə öyrənmək üçün gedən insanlardır, uşaqlardır. Şəxslərdir və yaxud deyə bilərdi də. Gedən insanların hamısını biz məktəbli adlandıra bilmərik. Və yaxud birisi gəlib fortepianonu açıb, oturub ifa eləyirsə, biz ona pianoçu deyə bilərikmi? Xeyr. Dediyiniz kimi, pianoda ifa edən musiqiçidir. Yəni, musiqiçidirsə biz buna pianoçu deyə bilərik də. Hər elə yoldan keçən gəlib pianonun dillərini çalırsa, ifa eləyirsə, biz ona pianoçu deyə bilmərik. Dişləri də müalicə edən insana, yox, həkimə deyə bilərik ki, bəli, o stomatoloqdur. Ola bilər ki, dişləri müalicə edir, anadır, bir götürür dişinə uşağını dərman qoyur, biz ona stomatoloq deyə bilmərik ki. Və ən sonuncuda da, müəllimlər, sizcə burada fiqurdur, doğrudurmu? Bu fiqur bunu da götürən ümumi anlayışdır. Həm də fiqurdur, bəlkə deməliydi. Ola bilər? Axı, bütün tərəfləri bərabər olan rombda var. Bərabər olan fiqurdur deyə. Bəli, mən onu demək istədim. Kvadrat Bütün tərəfləri bərabər olan düzbucaqlıdır. Bəli. Düzbucaqlı desə, bəli, biz bunu kvadrat düşünə bilərik ki, çünki düzbucaqlıdırsa bu romb ola bilməz. Bütün tərəfləri bərabər olan düzbucaqlı desə, daha doğru olar. Çox sağ olun müəllimlər, Qumru xanım, Aysu xanım, təşəkkür edirəm cavablarınız üçün, müzakirələriniz üçün, müzakirəyə qoşulduğunuz üçün. Növbəti tapşırığımız isə 4-cü sinif şagirdlərinin verdikləri mülahizələrdir ki, bu 5 dənə mülahizədir. Biz bu 5 mülahizələrin içərisində müəllimlərə təklif etməliyik ki, səhvləri tapsınlar. Əvvəlcə gəlin özümüz bir müzakirə edək. Görək bu 5 fikrin içərisində səhv varmı? Sizdən də xahiş edərəm ki, oxuyasınız, bir fikir yürüdəsiniz, fikir bildirəsiniz. Görək səhv varmı? Varsa hansı bəddədir? Və yaxud yoxdursa, deyək ki, heç birində səhv yoxdur. Məsələn, müəllimə, birinci fikir məncə doğrudur. Çünki üçbucağın bütün tərəfləri bərabərdirsə, ona bərabər tərəfli üçbucaq deyirik. Bərabər yanlı desəydi, məsələn, yanlış ola bilərdi. İkinci, dördbucağının bütün bucaqları düzdürsə, o kvadratda fikir yanlışdır. Həmçinin bütün tərəfləri də bərabər olmalıdır. Kvadratla yanaşı düzbucaqların da nümunə göstərmək olar. Bəs bu kvadratın əvəzinə doğru deyirsiniz, yanlışdır. Nə qoysaq doğru olardı? Düzbucaqlı. Bəli. Düzbucaqlıdır. Bəli. Dördbucağın bütün bucaqları düzdürsə, o düzbucaqlıdır deyə bilərik. Daha kvadrat yox. Bəli. Əgər tapşırıqda piyadanın qət etdiyi məsafə və piyadanın bu məsafəni qət etdiyi vaxt məlumdursa, piyadanın sürətini hesablaya bilərik. Deməli, vaxt verilib, məsafə verilib, vaxt verilibsə, sürətini bəli hesablaya bilərik. Düzdür. Əgər tapşırıqda 5 ədəd azdır sözləri varsa, tapşırıq həll etmək üçün 5-i çıxmaq lazımdır. Bu da düzgündür. Əgər ədəd 4 rəqəmlidirsə, o 1000-dən böyükdür. Elə 1000 özü də ola bilər də. Onda doğrudurmu? Bərabərdir və böyükdür. Bərabərdir sözünü də ora qatmalıydılar.
4 rəqəmlidirsə bu minin özü də ola bilər də. Mindən böyükdür Məsələn, demək. 999-dan böyükdür desəydi, doğru olardı. Hə, mindən desəydi ki, əgər ədəd 4 rəqəmlidirsə, o mindən böyük və ya mindən böyükdür Bərabər. və ya bərabərdir. Böyük və ya bərabərdir desəydi. Çünki 4 rəqəmli mindən başlayır axı. Bəlkə elə min özüdür. Min özüdürsə mindən böyük ola bilməz axı, minə bərabər olur. Müəllimlər, bəs 4-cü varianta bir də zəhmət olmasa nəzər salmanızı istəyərdim. Aysu xanım təklif etdi ki, Aha. Yanıldım. Çünki elə biz 1-ci sinifdə də keçirik bu aralar və uşaqlar da əməli başlayıb yanılırlar mənim kimi. Çünki hər məsələdə 5 ədəd azdır ifadəsi çıxmalı deyə göstərmir. Bəzən olur ki, azalan verilmir, çıxılan və fərq verilir. Azalanı axtaranda məcbur çıxılan və fərqi toplamalıdırlar. Mənim kimi yanılırlar. Mən də onlar kimi yanıldım. Bəli. Bəli, ola bilər ki, məsələn deyir ki, Fəridənin 5 dənə karandaşı var. Aysunun bu Aysunun bəli, müəllimə. Məsələn, bu Adilin karandaşlarından tutaq ki, 5 vahid, 5 ədəd azdır. Adilin nə qədər karandaşı var? Biz Adili axtaranda məcbur toplamalıyıq. Bəli. Əgər Fəridədə varsa və o Aygününkindən azdırsa, deməli Aygündə Fəridənkindən çoxdur. Çox olacaq. Bəli. Hə. Bu da yanlış bir mülahisədir ki, əgər azdır sözü varsa mütləq çıxmalıyıq deyə bir qanunumuz yoxdur. Deməli, burada nəticədə 1-ci və 3-cü variantlarımız doğru oldu. Heç bir səhv olmadı. 2, 4 və 5-ci variantlarımızda isə səhvliklər var. Əgər çətinliyiniz olsa, metodik vəsaitdə də izahları metodik vəsaitdə də müəllimlər baxa bilərsiniz. Şagirdlərin bütün səhvləri nə ilə bağlıdır? Səhvlərə yol verən şagirdlər hansı idraki təhsil fəaliyyətlərini mənimsəməyiblər? Müəllimlər, indi gəlin müzakirə edək. Sizcə, baxın, bu 2-də, 4-də və 5-də səhv edən uşaqlar bunu 4-lər eləyib də, belə yazıblar. Sizcə, onların hansı fəaliyyətləri yaxşı inkişaf eləməyib ki, niyə üçün səhv elədilər? Məsələn, nəyə yaxşı bilsəydilər, səhv etməzdilər. Yəqin ki, müəllimə əzbərə bilirlər. Tam tətbiq etsəydilər, məsələn, 5-ci variantdakı ilk ağla gəlməlidir. Mindən böyükdürsə tez yadına düşməlidir. Min axı özü 4 rəqəmlidir axı. Baxın, burada artıq bu ədəd artıq şagirddə ədəd haqqında, ədəd oxunda ədədləri təsvir eləmək, ədədin yeri, məsələn, min harda yerləşir, mindən böyük olanlar harda yerləşir, mindən kiçik olanlar, yəni bu ədəd oxu ədədin ardıcılığı haqqında, ədəd oxu haqqında təsəvvür yaxşı formalaşmayıb deyə o bu 5-ci səhvə yol verə bilər. 4-cü səhvə bəs 4-də nə üçün səhvə yol verər? Nə bacarıq yaxşı formalaşmayıb onda? Məsələni tam dərk eləmir müəllimə. Bir də mənim kimi həddən artıq ümumiləşdirdi ki, 5 ədəd azdır, bu hər dəfə çıxma olmalıdır deyə bir qanun yoxdur. Hər dəfə azdır ifadəsini görüb biz çıxmalı deyilik. Bəli. Və biz məsələ həllində demişdik ki, məsələ həllində var analitik, var analiz yolu ilə, bir də sintez yolu ilə. Yəni bu da sintez və analizdə bu məntiqi fəaliyyətlərdir ki, biz bayaq saydıq da. Deməli, məntiqi fəaliyyətlər yaxşı inkişaf etməyib ki, şagird məsələnin mətnini yaxşı təhlil edə bilmir deyə, analiz edə bilmir, sintez edə bilmir deyə bu götürür 5 ədəd azdır sözü görən kimi götürür 5-i çıxır. Bax, burada da bunu deyə bilərik ki, onda məntiqi fəaliyyətlər yaxşı inkişaf eləməyib. Bəs ikincidə verdiyi səhv? Versiyanız varmı? Əslində cavab doğrudur, amma hamısı kvadratdır deməli, yəni bütün bucaqları düz olanlar hamısı kvadrat ifadəsi deyil. Məsələn, kvadrat. Yəni sırf kvadrat deməyimiz doğru deyil. Sırf kvadrat deməyimiz əlbəttə doğru deyil. Yəni kvadrat olmaya da bilər də, düz bucaqlı. Ehtimaldır. Ola da bilər, olmaya da bilər. Deməli, bax, bunun etməsində isə səhv budur ki, müəllimlər, o vizuallaşdıra bilmir də, o gözünün önünə gətirə bilmir. Əgər o bunu oxuyan kimi gözünün qabağına gətirsəydi, düz bucaqlı bir fiquru, gözünün önünə gətirsəydi, deyərdi ki, kvadrat ola bilər, amma kvadrat olmayan da var da, düz bucaqlıda da. Deməli, artıq şagird gözünün önündə, təxəyyülündə canlandırmaq bacarığı onda zəifdir. Ona görə də o, bu tapşırıqda səhv eləyə bilər. Bax, burada da Fərdə xanım, belə deyə bilərik, siz dedinizdən razıyam tamamilə, çünki
təxəyyülümüzdə canlandıranda daha yaxşı bilirik. Bir də belə bir variant ola bilərmi ki, uşaq fiqurlar anlayışı haqqında tam dəqiq məlumatı yoxdur. Ayırd edə bilmir, fərqləndirə bilmir. Axı bu fiqurlar, müstəviz fiqurlar bir-birlərindən hamısı görürsən ki, hamısı eynidir, tərifləri eynidir, amma bir dənə xüsusiyyətinə görə bir-birindən fərqlənirlər. Bəli, bəli. Hə, deməli boşluğu ordadır da. Bəli, siz təklif edirsiniz. Bəli, təbii ki, bu cavab da doğru ola bilər. Yəni artıq o fiqurları öyrənəndə, müstəvi fiqurları öyrənəndə onun xassələrini, nə bilim, hətta xassələridirsə ki, biz deyirik ki, bucaqlar düz bucaq olmalıdır, tərəflər bərabər olmalıdır və ya qarşı tərəf, hə, bunları yaxşı mənimsəməyib. Orada boşluqları var deyə bu tapşırığı da belə, bu tapşırıqda da belə səhv edə bilər. Təbii ki, doğrudur bu da. Təbii ki. Və bunlar da hamısı universal tədris fəaliyyətlərinin içərisində gedir. Daha sonra universal tədris platformadakı tapşırığımız var. Platformadakı tapşırığa indi keçid edərik, baxarıq. Dərsdə öyrənmiş materialı təhlil edin və düşünün. Platforma tapşırığından sonra müəllimlərlə bu müzakirəni də aparacaqsınız. Riyaziyyat kursunu ənənəvi tədris edərkən hansı idraki tədris fəaliyyətinin formalaşması üzərində işləyirsiniz? Yəni bundan əvvəl alqoritmika platformasının onlara təklif etdiyi bu proqramla işləməmişdən öncə nəzərdə tutun ki, hansı fəaliyyətləri formalaşdırırdınız? İndi bəs bununla işləyirsinizsə, nə dəyişdi? Nə daha asan oldu, nə etmək daha asan oldu, bunu müzakirə edəcəyik. Bir də mətn tapşırıqlarını həll edərkən, şuurlu oxuma bacarıqlarını formalaşdırarkən hansı çətinliklərlə üzləşdiniz? Yəni, mətn tapşırığı deyəndə məsələ həllində deyir də, bunları formalaşdıranda deyir, nə çətinliyiniz oldu? Sırf bu kursda işləyən, bu kursun tapşırığı ilə işlədiyi vaxtı nəzərdə tutur müəllimlərin. Bunların ətrafında müzakirələr edirik. İndi isə gedək tapşırığımıza. Bura link qoymayıblar, buradan daxil olaq biz. Müəllimə bir sual verim. Buyurun Ayşə xanım. Canlımız 17:30-da başlayıb, yoxsa mən gec qoşulmuşam? Yox, 17:30-da başlamayıb. 17 tamamda başlamışıq biz. 17:00-da. Üzrlü sayın, mən gec Bu dəfə, qoşulmuşam. bu dəfə dedik tez başlayaq. Ramazan ayıdır, dedik heç olmasa iftara qədər bitirək. Üzrlü sayın, mən də 17:30-da qoşulmuşam. Deyirəm, necə tez bitdi belə. Qrupda Mən demişdiniz. izləyərəm əvvəlini. Mən 30 kimi nəzərimdə qalıb, yəqin ki, diqqətlə baxmamışam. Üzrlü sayın, izləyərəm sonra. Video qeydə başlamışıq elə başlayan kimi. Tamam. İstəsəz izləyə bilərsiniz. Tamam. Müəllimlər, kim istəyir etmək bu tapşırığı? İdraki universal tədris fəaliyyətlərini seçməliyik biz. Müəllimə istəyirsinizsə seçim mən. Buyurun. Kim idi? İlhamə Aha. müəllimə. Sahibə müəllimə. Sahibə müəllimə, buyurun. Bəli, müəllimə, məndə hansı ardıcıllıqda mən o ardıcıllıqla oxuyacağam. Hə, Sizdən çünki oxuyun, mən problem deyil. Siz oxuyun, mən burada seçərəm. Aha, bəli. Deməli, idraki universal tədris fəaliyyətlərini seçin. Mətn əsasında cədvəllərin, sxemlərin, qrafiklərin, diaqramların tərtib edilməsi. Bir cavabımız budur. Problemin yeni həlli üçün məlum vasitələrin birləşdirilməsi. Bu da düz cavabımızdır. Səbəb-nəticə əlaqələrinin qurulması. Bu da düz cavabımızdır. Təhsil fəaliyyətinin planlaşdırılması, məqsədə çatmaq üçün əməllər ardıcıllığının seçilməsi bu aid deyil. Tapşırığın həllində lazımi düzəlişlərin edilməsi bu da aid deyil. Fikirlərini kifayət qədər dolğun və dəqiqliklə ifadə etmək bacarığı bu da aid deyil. Məndə ilk üçüdür. Deməli, aid oldu problemin yeni həlli üçün məlum vasitələrin birləşdirilməsi, səbəb-nəticə əlaqəsinin qurulması, bir də mətn əsasında cədvəli. Çünki bunların üçünə də biz burada slaydlarda rast gəldik. Məlum, nəzəriyyə hissəsində bunlar üçü də var idi. Doğru cavabdır müəllimə. Çox sağ olun. Buyurun. İkinci tapşırığımız məntiqi fəaliyyətə nə aiddir? Universal ümumi təhsil fəaliyyəti dediyi 3 yerə bölündü. Ümumi təhsil, məntiqi, bir də problemlərin müəyyən edilməsi. İndi bunların hamısı hərəsində biri aiddir. Kim deyə bilər müəllimlər? Demək istəyən yoxdur. Yaxşı, gəlin özüm deyim onda.
Problemlərin müəyyən edilməsi və həll edilməsi. Problemləri biz müəyyən ediriksə, həll ediriksə, onda bu zaman biz bilik və bacarıqları yeni vəziyyətə keçirməliyik ki, biz problemləri müəyyən edək və həll edək. Ona görə bunu birləşdiririk bura. Ümumi universal fəaliyyətləri, məntiqi fəaliyyətlərə, maddi modelləşmənin müxtəlif növlərinə istifadə, anlayışların müəyyən edilməsi. Məntiqi fəaliyyətlərə hansı aid idi? Anlayışların müəyyəni, maddi modelləşmənin müxtəlif növlərindən istifadə. Bu əslində deyəsən buna aid idi. Universal fəaliyyətlər, ümumi universal fəaliyyətlərinə aid idi. Burada da buna aid edilik. Bir baxaq, anlayışların müəyyən edilməsi. Baxaq, doğruymuş. Məntiqi fəaliyyətlərə oldu anlayışların müəyyən edilməsi, universal tədris fəaliyyətlərinə aid oldu maddi modelləşmənin müxtəlif növlərinə istifadə, problemlərə də aid oldu bilik və bacarıqların yeni vəziyyətə keçirilməsi. İndi burada tənlik ifadədir var, bərabərlikdir var, yazıdır var. Hansını qoysaq daha doğru olar? İfadədir, bərabərlikdir, yoxsa yazıdır? Məncə bərabərlikdir olar. Bərabərlikdir, bəli, bərabərlikdir. Naməlum azalanın tapılmalı olduğu naməlum x var, naməlum ədəd hərflə işarə olunur. Axırıncı ola bilər, naməlum ədəd, hərf işarə olunur. Bəli. Çünki x varı nə üçün seçmirik? A da ola bilər, Z də ola bilər. Naməlum azalan da ola bilər, toplanan da ola bilər, vuruq da ola bilər. Ona görə naməlum ədəd hərflə işarə olunub cavabı daha uyğundur. Belə 4-ə baxaq. Bütün doğru fikirləri deyir seçin. Kim etmək istəyir müəllimlər? Varmı etmək istəyən? Yoxdursa edim mən. Buyurun. Amma ekran balacadır, mən də yaxşı oxumasam kömək edərsiniz. Bəli. Əgər dördbucaqlı rombdursa, onun bütün tərəfləri bərabərdir. Bu kvadrata da aiddir. Yəni, əgər düzdür, bu düzdür. Dördbucaqlı rombdursa, bütün tərəfləri bərabərdir, 100%. Rombun mütləq bərabər olmalıdır. Bəli. İstəyirsiniz mən oxuyum müəllimə, siz seçin. Oxuma çalışıram, özüm oxumasam. Hə, oxuyun. Dediniz ekran balacadır. Balacadır, hə. Oxuya bilməsəm. Əgər şagird çərşənbə axşamından sonraki gün cümə günü olacaq deyirsə, çərşənbə axşamından sonra, o heç vaxt baş verməyəcək hadisə nümunə gətirir. O heç vaxt baş verməyəcək hadisə nümunə gətirir, nümunəsini gətirir. Heç vaxt baş verməyəcək hadisə nümunəsini gətirir. Deyir ki, şagird çərşənbədən sonra cümə günü olacaq. Çərşənbə yox, üzr istəyirəm. Çərşənbə axşamından sonra. Deyir ki, çərşənbə axşamından sonra cümə günü olacaq. Bu bizim necədir? Səhvdir. Yəni, çərşənbə axşamından sonra cümə günü gəlmir. Çərşənbə axşamından sonra cümə günün əvvəl cümə axşamı gəlir. Deyir ki, o heç vaxt baş verməyəcək hadisə nümunəsini gətirir. Doğrudur da bu. Doğrudur, hə də. Bu heç vaxt baş verə bilməz. Əksdir. Fiqur bərabərsə onları bir-birinin üzərinə qoymaqla birləşdirmək olar. Fiqur bərabərdirsə onları bir-birinin üzərinə bərabər deyəndə yəqin bütün tərəfləri bərabərdir, birləşdirmək olar. Bu qalsın və axıllara düşüb sonra qaydaram buna. Dördbucaqlı piramidanın bütün üzləri dördbucaqlıdır. Dördbucaqlı piramidanın düz oxudum? Bəli, bəli. Dördbucaqlı piramidanın bütün üzləri dördbucaqlıdır. Yox, üçbucaqdır. Bir də oturacağı dördbucaqlıdır. Bir dənə oturacağı, bəli. Təkcə oturacağı dördbucaqlı olur. Əgər düz xətlər paralelsə, onların ortaq nöqtəsi yoxdur. Bəli, ortaq nöqtəsi olsa paraleldirsə, onlar bir-birlərinə dəymirlər. Bəli, bəli. Ortaq nöqtələrdə olur. Bunu doğru götürməyin. Hə, düz doğru götürək. Aha. Demək doğrunu axtarırıq. İfadənin qiyməti hesablamaq lazımdırsa, əməllər soldan sağa doğru ardıcılıqla yerinə yetirilir. İfadənin qiyməti hesablamaq lazımdırsa, soldan sağa doğru. Burada mörtəzə falan bu şeylər var axı. Bu da doğru deyil. Ona da nəzərə alınmalıdır.
Demək qadir xara, fiqurlar bərabərsə onları bir-bir üzərə qoymaqla birləşdirmək olar. Necə fikirləşirsiniz? Bərabərdirsə, Bərabərdirsə onları bir-birinin üstünə qoymaqla birləşmək. Yəni o bərabərdirsə bütün nöqtələri üst-üstə düşür. Üst götürsək də götürək nə olur? Götürək, olmasa onu çıxardarıq. doğruymuş. Very good. Əla. Çox sağ olun. Sağ olun. Aha, burada mövzumuz qutarır. Keçirik 21-ci dərsimizə. 21-ci dərsimiz çox maraqlıdır əslində. 20-ci dərs nəzəriyyə ilə zəngin olan dərs idi. Amma 21-ci dərsimiz çox maraqlıdır. Burada 21-ci dərsimiz bir də slide rejiminə keçin. Müəllimlər, problem olsa siz deyin, mən danışıb gedirəm. Nə isə olsa deyin. 21-ci dərsimiz 20-ci dərsə aid müəllimlər, nə isə qaranlıq bir məqam, sualınız varmı? Yoxdur, səs gəlmir, deməli yoxdur, onda davam edir. Və 2 rəqəmli ədədin nömrələnməsinin öyrənməsi metodikası. Biz ilk və ikinci onluq ədədlərinin nömrələnməsini, eləcə də bu ədədlərin toplanması və çıxılmasını öyrənməsini artıq müzakirə etmişik. Və burada yada salmağı təklif edir ki, kursun dərslərində ədədi xəttin öyrənilməsinin hansı sualları müzakirə edilmişdir? Ədədi xətt, yəni ədəd oxu, nəzərdə tutulur. Ədəd oxu öyrənilməsi zamanı hansı sualları müzakirə etmişik? Bunu müəllimlərin yadına salırıq, deyirik ki, sadalasınlar. 2 rəqəmli ədədlərin nömrələnməsi ilə bağlı dərs materialını mənimsəyə bilməsi üçün şagird hansı biliklərə yiyələnməlidir? İndi biz onlardan soruşmalıyıq ki, 2 rəqəmli ədədin nömrələnməsi ilə bağlı şagird öyrənmək üçün nə hansı biliklər lazımdır ki, o 2 rəqəmli ədədlərin nömrələnməsini öyrənə bilsin. Onlardan soruşuruq, müzakirə aparırıq. Şagirdlərin bilikləri. Bir rəqəmli ədədin nömrələnməsini öyrənərkən birinci sinif şagirdləri bütün ədədlərin rəqəmlərin köməyi ilə yazıldığını mənimsəməli idilər. Yəni, onlar bilməli idilər ki, bütün ədədlər rəqəmlərin köməyi ilə yazılır. Bunu mütləq bilməli idilər. Yazı üçün cəmi 10 rəqəm istifadə olunur. Və bunu bilməli idilər ki, istənilən rəqəm ədədi yazmaq üçün 10 dənə rəqəmdən istifadə edilir. İkinci, 20-yə qədər ədədlərin nömrələnməsini öyrənərkən şagirdlər ədədlərin bir neçə rəqəmlə yazıla bildiyini anlamalı idilər və ədədin yazılışında rəqəmin mənasını, rəqəmin yazıldığı yerdən asılı olduğu haqqında ilkin təsəvvür əldə etməli idilər. Yəni, bu 20 dairəsində də, nömrələnmə öyrənəndə də onlar bilməli idilər ki, ədədləri yazmaq üçün bir neçə rəqəmdən istifadə edə bilərik. Bir də ki, ədədin yazılışında ədədin, rəqəmin durduğu yer, yəni bu onluğa təkliyə işarədir də ki, durduğu yerdən asılıdır ədədin qiyməti. Hansı yerdə durubsa, onun qiyməti durduğu yerdən asılıdır. Bu haqda bunların təsəvvürləri olmalı idi. Birinci sinifdə ədədlərin nömrələnməsinin öyrənilməsi, ədədlər 100-ə qədər pul mövzularının öyrənilməsi ilə başa çatır. Şifahi və yazılı nömrələnmənin öyrənilməsinin düzgün təşkili kiçik yaşlı məktəblilərin 2 rəqəmli ədədlərin yaranması, adları haqqında zəruri bilikləri əldə etmələrinə, 100 dairəsində saymağı öyrənmələrinə, natural ədədlər sırasının qurulması prinsiplərini anlamalarına səbəb olacaq. Yəni, şagirdlərin şifahi və yazılı nömrələnmə öyrənmələri bunlara səbəb olur. Bu biliklər 100 dairəsində ədədlərlə hesablama əməllərini yerinə yetirmək bacarığının formalaşmasının əsası olacaq. Buna görə də mövzu materialının keyfiyyətli şəkildə öyrənilməsi riyaziyyatın öyrənilməsinin sonraki uğuru üçün vacibdir. Deyir ki, yəni şagirdlərin bu sadaladığımız hansı ki 2 rəqəmli ədədin yaranması, adları haqqında biliklər, 100 dairəsində saymaq, ədədin yerini bilmək, natural sırada onun yerini bilmək. Bax, bu bacarıqları deyir, onlara səbəb olacaq ki, onlar 100 dairəsində hesablama əməli yerinə yetirəndə daha yaxşı öyrənə bilsinlər, daha keyfiyyətli öyrənə bilsinlər. Pul mövzusunu öyrənərkən lazımdır. Pul mövzusunu öyrənəndə görə bizə nə lazımdır? Yeni say vahidini, onluğu təqdim etmək, 2 rəqəmli ədədləri söyləməyi və yazmağı öyrətmək, çox rəqəmli ədədin yazılışında rəqəmlərin rolunu izah etmək,
Sıfır rəqəmli ədədlərin yazılışında mərtəbə vahidləri olmadıqda bu mərtəbəni saxladığını göstərmək. Və 100-ə qədər mərtəbə ədədləri ilə tanış etmək, şagirdlər onların adlarını, ədədlər siyahısında yerləşmə ardıcıllığını bilməli, onları yazmağı bacarmalıdır. İkinci punktda iki məqama toxunmaq istəyirəm ki, burada biz hansısa mövzuda danışmışdıq onlarla ki, elə məncə iki mövzu bundan əvvəlki mövzuydu. Danışmışdıq ki, əgər hər hansı bir mərtəbədə sıfır varsa, o deməkdir ki, həmin mərtəbənin vahidi sıfıra bərabərdir. Orada həmin mərtəbənin olmadığını göstərmir. Sadəcə vahidi sıfıra bərabərdir. O mərtəbə var, sıfır da o mərtəbəni orada qoruyub saxlamağa xidmət edir. Ədədlərin müxtəlif modelləri, həqiqi və simvolik, qrafik və simvolik, eləcə də ədədlərin simvolik yazılışının müxtəlif formaları arasındakı qarşılıqlı bir rəqəmli uyğunluğu nümayiş etdirmək, həqiqi və ya qrafik modeldən ədədlərin iki formada simvolik yazılışına keçməklə iki rəqəmli ədədin yaranmasını izah etmək. Məsələn, say vahidlərinin sayını sadalamaqla 5 onluq və 8 vahid, qısa simvolik yazılışla 58. Yəni, bir ədədi şagird belə də deyə bilər ki, 5 onluqdan 8 təklikdən ibarət olan ədəd və yaxud qısa yazılışla 58 kimi də yazıb göstərə bilər. İki rəqəmli ədədləri oxumağı və öyrətmək, yüzlü və mərtəbə cədvəlinin köməyi ilə və mərtəbə cədvəli olmadan. Deyir ki, həm mərtəbələrlə, mərtəbə göstərməklə, yəni bu təklikdir, bu onluqdur, bunu göstərə bilməklə, bir də mərtəbə cədvəli olmadan, mərtəbəni göstərmədən belə iki rəqəmli ədədi yazmağı və oxumağı bilməlidir. Yüzlük, kvadrat və ədəd oxunun köməyi ilə iki rəqəmli ədədlərin yerləşmə ardıcıllığını göstərmək. Şagirdlər təbii ki, yüzlük, kvadratda da, ədəd oxunda da 100-ə qədər ədədlərin yerləşməsi ardıcıllığını bilməlidirlər ki, onlarda bu ədədlər haqqında təsəvvür formalaşsın. Ən əsası da ədəd oxunda. Onluqlar, beşliklər, ikiliklərlə saymağı öyrətmək və bu saymağı öyrətməyə də kömək eləyir yüzlük, kvadrat. Yüzlük, kvadratların üstündə onlar 10, 5, 5, 2, 2 saymağı daha rahat öyrənirlər. İndi 21-100 ədədlərinin nömrələnməsi, yəni 20-dən 100-ə qədər olan ədədlərin nömrələnməsi. Bu ədədlərin nömrələnməsini öyrənərkən eyni vaxtda iki rəqəmli ədədlərin şifahi və yazılı nömrələnməsi ilə bağlı suallar nəzərdən keçirilir. Eləcə də natural ədədlər sırasının qurulması prinsipinin mənimsənilməsinə yönəlmiş iş aparılır. Mövzunun öyrənməsi 10, 20, 30, 40, 50 və s. ədədlərin modellərini nəzərdən keçirməklə və onluqlarla sayarkən bu ədədləri əldə etməklə başlayır. Yəni 10 sayırıqsa, bu ədədlərin əldə edilməsi, bir onluğun üstünə bir onluq qoyuruq, 20-ni əmələ gətiririk, 20-nin üzərinə bir onluq əlavə edirik, 30 əmələ gətiririk və beləliklə 100-ə qədər olan ədədləri ardıcıl olaraq şagirdlər real olaraq görməlidirlər ki, necə oldu ki 20 əmələ gəldi, necə oldu ki 30 əmələ gəldi, necə oldu ki 40 əmələ gəldi və s. Bununla bərabər bu ədədlərin adlarının onluqların sayını işarə etdiklərini müzakirə etmək lazımdır. Çünki 20 2 onluq deməkdir, 30 3 onluq deməkdir, 50 5 onluq deməkdir, 60 6 onluq deməkdir. Şagirdlərin diqqətini 40 və 90 ədədlərinə yetirmək lazımdır. Belə ki, bu sayların adları standart qaydalara görə yaranmır. Yəni, 60-da 6 onluq var, 50-də 5 onluq var, 30-da 3 onluq var, 20-də 2 onluq var. Amma 40 və 90 ədədlərinin adları isə bu ədədlərin, bu yuvarlaq ədədlərin adlarından fərqlidir. Standart qaydaya görə yaranmır. Sonra ikinci onluğun ədədləri ilə bənzətmə aparılır. Nəzərdən keçirilən ədədlər arasındakı aralıqların həm onluqlar, həm də təkliklərin olduğu ədədlərlə doldurula biləcəyi müzakirə olunur. Bu ədədləri əldə etmək üçün onluq modellər nəzərdən keçirilir.
Yəni 20 ilə 30-un arasını hansı ədədlərlə doldururuq? 21 ilə, 22 ilə, 23 ilə. Hansı ədədlər ki, bu ədədlərin tərkibində həm təkliklər var, həm də onluqlar var. Məsələn, 22 2 onluq 2 təklikdən ibarət, 23 2 onluq 3 təklikdən ibarət. Yəni bu aralıqları doldurmaq üçün bizə həm onluqlar, həm də təkliklər lazımdır. Dərsliyin məzmunu iki növ modellərin baxılmasını nəzərdə tutur. Dərsliyimizdə iki növ modellər var. Biri bu onluq modelləri ki, çubuqlarla birləşdirilib və bunu real situasiya ilə də şagirdlər yerinə yetirirlər, say çöplərindən və kublardan istifadə etməklə o sütunlardan və sütunlardan az olan, yəni onluq sütunlardan və onlardan az olan təklikləri birləşdirən kublardan istifadə etməklə. Bu cür modellərdən istifadə mərtəbə anlayışını təqdim etmədən iki rəqəmli ədədləri öyrənməyə imkan verir. Çünki biz mərtəbələrdən danışmırıq axı hələ. Birinci sinifdə şagirdlərə mərtəbə anlayışı daxil edilmir. Sadəcə belə modellərdən istifadə etməklə onlarda bir mərtəbə anlayışı formalaşır ki, bax bu onluqdur, bu təklikdir. Demirik, bu onluq mərtəbəsidir, bu tək. Sadəcə buna baxaraq elə özləri deyə bilirlər ki, bu onluqdur, bu təklikdir. Eləcə də iki rəqəmli ədədin necə əldə ediləcəyini göstərməyə, modelə müvafiq olan ədədi söyləməyi və yazmağı öyrətməyə və əksinə ədədə görə onun modelini qurmağa imkan verir. Yəni belə tapşırıqlar şagirdlərə imkan verir ki, onlar bu modelə baxıb ədədi söyləyə bilsinlər və yaxud hər hansı bir ədədi deyirik ki, 23-ün modelini hazırlayın, 35-in modelini hazırlayın. Söylənilən ədədə görə modeli də qura bilirlər. Bu cür iş iki rəqəmli ədədlərin nömrələnməsinin öyrənməsini daha anlaşılan edir. Uşaqlar vizual və praktik olaraq konkret ədədlərin böyüklüyünü təsəvvür edirlər. Natural sırada ədədlərin ardıcıllığını nümayiş etdirmək üçün aşağıdakılardan istifadə olunur. Baxın, ədəd oxundan istifadə olunur, bir də yüzlük kvadratdan istifadə olunur. Və bunlar şagirdlərə real olaraq onların gözünün önündə ədədlərin yerləşməsi haqqında təsəvvürlər yaranır. Yüzlük kvadratda və ədəd oxundan istifadə edəndə. Yüzlük kvadratdan istifadə nəinki məktəblilərə verilmiş ədəddən bir vahid kiçik ədədi, əvvəlki ədədi və ya verilmiş ədəddən bir vahid böyük sonraki ədədi tapmağı öyrənməyə imkan verir, həm də hansı ədədin verilmiş ədəddən 10 vahid kiçik olduğunu müəyyən etməyə, yəni əvvəlki onluqda eyni mövqedə yerləşən ədədi tapmağa imkan verir. Yəni biz ədəd oxunda, müəllimlər, ədəd oxunda biz bir ədəddən bir vahid kiçik ədədi və yaxud bir vahid böyük ədədi tapmaq bacarığı şagirdlərdə formalaşdırırdıqsa, yüzlük kvadratda isə biz bir ədəddən 10 vahid böyük ədədi, bir ədəddən 10 vahid kiçik ədədi tapmaq bacarığı onlarda formalaşdıracağıq və bunu da onlar sırayla, məsələn, 56-dan 10 vahid kiçik olan 46-dır, 56-dan 10 vahid böyük olan 66-dır, 66-dan 10 vahid böyük olan 76-dır. Bu tipli tapşırıqları yüzlük kvadratda hətta yəni 10 vahid fərqli olan ədədləri tapmağı müəyyən edə bilirlər, tapa bilirlər. Yüzlük kvadrat onlara imkan verir ki, bir ədəddən 10 vahid böyük olan, bir ədəddən 10 vahid kiçik olan ədədi tapa bilsinlər. Natural sıra ədədlərin ardıcıllığını yadda saxlamaq məqsədi ilə yerinə yetirilən çalışmalara aşağıdakı tapşırıqlar daxil edilməlidir. Ədədləri düzünə və ya əks qaydada söyləmək, düzünə və tərsinə saymaq, verilmiş ədəddən əvvəlki ədədi tapmaq, verilmiş ədəddən sonraki ədədi tapmaq, hər hansı bir ədəddən başlayaraq bir neçə ədədi söyləmək. Hər hansı bir ədəddən, yəni istənilən bir ədəddən başlayaraq irəli saymaq, geri saymaq. Bunu nəzərdə tutun. Bu nədir? Bəli. Müəllimə, əvvəlki slaytda düzünə və əksinə saymağı, yəni geriyə doğru saymaq kimi nəzərdə tutur. Bəli, bəli. Düzünə və tərsinə saymaq, bəli. İrəliyə və geriyə saymaq. Məsələn, 57-dən geriyə qayıdırıq, 56, 55, 54 və bundan da yüzlük kvadratda istifadə edərək şagirdlər saya bilər və yaxud irəli gedirik. Bunu nəzərdə tutur müəllimə. Oldu müəllimə, sağ olun. Sadəcə burada tərcümədə belə düşüb, əks qaydada söyləmək.
Ümid eləyirəm ki, təlimdə çətinliyimiz olmaz. Olarsa deyək düzəltsinlər. Olarmı müəllimlər? Yox müəllimə, olmaz. Mən sadəcə olaraq Hə, məsələn inşallah ki, olmaz. ki düşündüm bəlkə nəsə. İlk öncə təkliyi deyib sonra onluğu demək dedim o da ki qarşılıq yaradar. Yəni ki, belə bir şeylər olmaz. Hə, yox, elə yox. Belə. Düzünə tərsinə saymaq. İlk yüzlük ədədlərini öyrənərkən yerinə yetirilən əsas tapşırıqlar. Görək hansı tapşırıqları eləyirlər. 2 rəqəmli ədədlərin yaranması üsullarının məşq edildiyi tapşırıqlar. Məsələn, hansı ədəd 4 onluq və 2 təklikdən ibarətdir? 2 ədəd verir və şagirdlər orada tapmalıdır ki, hansı 4 onluqdan 2 təklikdən ibarətdir. Ədədin bir də belə bir tapşırıq olur. Ədədin modeli, adı və yazılışının uyğunlaşdırıldığı tapşırıqlar. Çöplərin sayına uyğun ədədləri dəftərə yazın. Çöplərin sayına uyğun o tapmalıdır ki, burada neçə onluq var, neçə təklik var və 3 onluqdan, 1 təklikdən ibarət olan ədəd hansı ədəddir, onu səsləndirə bilməlidir və yaza bilməlidir. Bu tipli tapşırıqlar da var şagirdlərin tapşırıqlarının içərisində. Müəllimə, bunlar birinci sinifdə öyrədiləcək, yoxsa ikinci sinifdə? Bəli, bəli, bu birinci sinif materialıdır. Sırf bunlar birinci sinifin materialından qoyulub. Bunlar var şagirdlərin. Hə, birinci sinifdir. Yerinə yetirilərkən ədədi sıranın yaranma prinsipinin məşq edildiyi tapşırıqlar, yüzlük kartdan istifadə etməklə boş xanalara uyğun ədədləri yaz. Məsələn, 30 ədədindən bir vahid böyük. Baxın, sırf burada 30-u qoyub və bunlar hamısı 30-dan bir vahid böyük olacaq, 10 vahid böyük olacaq, bir vahid kiçik olacaq. Bax, bu ədədi şagirdlər tapmalıdırlar, yazmalıdır. Məsələn, 30-dan bir vahid böyük, 31-i yazmalıdırlar. 30-dan 10 vahid böyük olanı 40-ı yazmalıdırlar. 30-dan bir vahid kiçik olanı 29-u yazmalıdırlar. Bax, belə. 30-dan sonraki ilk 2 ədədi yazmalıdırlar. 30-dan sonra nə gəlir? 31, 32. 30-dan əvvəlki ilk 2 ədədi 29, 28 yazmalıdırlar. Və yaxud 42 ədədindən. 42-dən bir vahid böyük ədədi, 10 vahid böyük ədədi. Birinci sinifdə belə tapşırıqlar var əslində. Yəni, bu tipli sırf yox idi bizim dərsliyimizdə. Amma bu yəqin ki, layihənin sırf verdiyi tapşırıqdır. 42-dən 10 vahid böyük olan, 1 vahid kiçik olan. Bizdə, bu bilirsiniz, biraz qarışıqdır. Bizdə verilirdi ki, sırf 42-dən 10 vahid böyük olan ədədi tap. Yəni, daha onun altında bir vahid kiçik olanı, 10 vahid kiçik olanı, hamısı qarışıq verilmirdi. Burada hamısı qarışıq şəkildə verilib. Bu, düşünürəm ki, öyrənmə bacarığı yaxşı olan şagirdlər üçün, yuxarı olan şagirdlər üçündür. Bu tapşırıqlar düşündürücü tapşırıqlardır. Sonra yerinə yetirilərkən şagirdlərin bu tapşırığa aid sualınız qaldımı müəllimlər? Xeyr müəllimə, aydındır. Yəqin çəkməyi də çəkməzlər, yüzlük kvadratdan istifadə etsələr. Necə? Yəqin ki, yüzlük kvadratdan da istifadə etsələr, ilk dərslərdə çəkməyi çəkməzlər. Burada mütləq, yəni birinci sinif şagirdi, indi biz müəllimik, bizim təsəvvürümüzdə formalaşıb, o çətinlik çəkmir. Amma birinci sinif şagirdi düşünün, yüzlük kvadratdan istifadə etməsə, bu tapşırıq onun üçün çox çətin olar. Mütləq o gözünün qarşısında yüzlük kvadratı qoyub, irəli addımlayıb, geri addımlayıb, mütləq bunu yüzlük kvadratdan etməlidir. Yerinə yetirilərkən şagirdləri ədədin natural ədədlər sırasındakı yeri haqqında biliklərin möhkəmləndirdikləri tapşırıqlar. Baxın, belə tapşırıqlar da olur ki, boş yerə ədədləri yaz. Məsələn, 30 ilə 35-in arasında hansıları olacaq yaz və yaxud 36-dan sonra hansıları olacaq və yaxud 92-dən əvvəl hansı. Belə tapşırıqlar bizim iş dəftərimizdə də var idi, keçən il tapşırıqlar var idi. Daha sonra yerinə yetirərkən ədədin yazılışındakı rəqəmlərin yerinin, mənasının mənimsənildiyi tapşırıqlar. Məsələn, nöqtələrin yerinə uyğun ədədləri yaz. 27 ədədində 2 onluq və 7 təklif var. 38 ədədində 3 onluq və 7 təklif var. Bu tipli tapşırıqlarda bizim dəstəyimizdə də, iş dəftərimizdə də yer verilib. Deməli, 100-ə qədər ədədlərin öyrənməsi ikiliklərlə, beşliklərlə saymaq bacarıqlarının formalaşmasını davam etdirməyə imkan verir. Hər şeydən əvvəl sinifin bütün şagirdlərinin sərbəst şəkildə onluqlarla saymağı öyrənmələri lazımdır.
Belə ki, onluqlarla saymaq bacarığı 100 hüdudunda mərtəbə ədədlərinin nömrələnməsinin mənimsənilməsini təsdiqləyir. Yəni doğrudan da müəllimlər, biz müəllimlərə də tövsiyə etməliyik ki, əgər onlar istəyirlər ki, şagirdlər 100 dairəsində uğurlu saya bilsinlər, mütləq əvvəlcə onlar onluqların sayılmasını öyrətməlidirlər ki, 20, 30, 40, 50. Yəni bu sıranı şagird bilməlidir ki, bilsin ki 29-dan sonra neçə gəlir, bilsin ki 39-dan sonra neçə gəlir. Ona görə də mütləq əvvəlcə onluqlarla saymağı öyrənməlidirlər. Bu material 100 hüdudlarında ədədlərin nömrələməsini öyrənərkən əldə edilən bilik və bacarıqların möhkəmləndirilməsi şagirdlər pulların sayılması ilə tanış olarkən baş verir. Deyir ki, 100 dairəsində nömrələnmə öyrənirlər, daha sonra pulların sayılması mövzusu keçəndə bu daha da möhkəmləndirirlər bu materialda. Bu material o cümlədən ilk yüzlük ədədləri üçün ədədi sıranın qurulması ilə bağlı bilik və bacarıqların formalaşması, alışlar haqqında mətn məsələlərinin həll edilməsi üçün nəzərdən keçirilir. Beləliklə, uşağın gündəlik həyatındakı təsəvvürlər və biliklər onların əsasında pul haqqında bilikləri sistemləşdirmək və ümumiləşdirmək, pul məbləğləri ilə hesablama əməlləri, üsullarını öyrətmək üçün kifayətdir. Və gündəlik həyatındakı təsəvvürlər deyəndə nə nəzərdə tutulur? Əslində, Yuliya xanımla biz müzakirə elədik. Dedi ki, şagirdlər əvvəllər yaxşı idi, şagirdlər pullarla alış-veriş edirdilər. Pul mövzusunu keçəndə onlar üçün daha asan olurdu mənimsəmək və 100 dairəsində təsəvvür yaratmaq. İndi daha məhdudlaşdırılıb. Şagirdlərin, məsələn, keçmişdə uşaqları göndərirdilər də mağazalara ki, get marketdən, o mağazadan onu al, bunu al. Analar belə istifadə edirdilər. Təəssüf ki, deyir, indi belə bir şey yoxdur. Şagirdlər pul xərcləmirlər deyə pul haqqında təsəvvürləri də yaxşı formalaşmayıb. Və mən ona bildirdim ki, bizdə əslində var. Bizdə şagirdlər gündəlik xərcləri bufetə gedirlər. İndi anaları onlara, ataları, valideynləri qəpikmi verir, manatmı verir? Onlar bufetdən alış-veriş eləyirlər. Yəqin ki, müəllimlər, sizin məktəblərinizdə də belə hallar var. Səhv etmirəmsə. Varmı? Bizdə ikinci mərtəbədədir sinifimiz, amma bufet birinci mərtəbədə tamamilə əks-səbəbsə demək olar. Üstəlik də böyük uşaqlarla birlikdədir, 10-cu sinif, 11-ci sinif. Ona görə bizdə evdə Qoymursunuz bufetə. yox, bir-iki nəfər olur, yəni valideyni məktəbdə işləyən uşaqlar ki, təmiz tanıyırlar, bilirlər. Birdən valideyn yeməyə qoymağı unutsa, o zaman göndərirəm. Yoxsa yox. Çünki böyük uşaqlar olur, qaçışırlar, belə təhlükə, ikinci mərtəbədən düş, get, gəl. Hə, yəni olmur. Bəzi məktəblər var ki, yaxın bufetlər, amma olur. Məsələn, bizdə düzdür, bufet o bir binadadır, amma biz yəni çox ayrıdır da. Elə bil ki, o bufetə giriş də ayrıdır. İbtidailərin girişi ayrıdır, böyüklərin girişi ayrıdır. Ona görə bizdə çox rahatdır və mən əvvəllər, lap əvvəllər qoymurdum, deyirdim körpədilər, gedərlər, yıxılarlar. Artıq 1-3 ay, 4 ay keçəndən sonra qoydum. Əslində icazə verdim ki, qoy getsinlər. Bir növ uşaqlarda bilirsiniz, bu həyatı bacarıqdır da, alış-veriş etmək bacarığı. Qoy onlar öz pullarına yetdiyi nə isə ala bilsinlər, nizamlaya bilsinlər, nə aldım, nə qədər pulum qaldı, qənaət etməyi öyrətsinlər. Bu səbəbdən mən icazə verirəm, gedirlər, alış-veriş edirlər. Və bu da onlarda formalaşdırır nə? Bu 100 dairəsində ədədlər üzərində hesablama əməlini hazırlığa elə bir formalaşdırır. Hazırlıq məqsədi üçün çox yaxşıdır. Ki, real həyatda. Bil var ki, biz onları qəpiklərdən, kağızlardan qəpik düzəltsin və yaxud kağız pullar düzəltsin, gətirsin, sırf məşq eləyir sinifdə, düzdür, bunu da edirik. Amma real həyatda tətbiq eləyirsə, o şagirdlərdə daha yaxşı formalaşır bu alış-verişlə olan məsələlər həll etmək bacarığı. Nəinki o, hansı uşaq ki, ümumiyyətlə pul xərcləmir, yəni valideyn ona hazır qidalar qoyur. Bunlarda daha gec mənimsəyirlər bunları. Siz özünüz də tətbiq eləyəndə yəqin ki, görürsünüz. Hətta məktəbdə xərcləməsələr belə, bizdə indi kənar qəsəbəyi elə uşaqlar var ki, onları göndərirlər marketə. Məsələn, alış-veriş eləməyə, çörək almağa, xırda bir-iki şey almağa göndərən valideynlər var. Hiss eləyirik ki, o uşaqlarda daha yaxşı formalaşır o məsələ həll etmək. Hansı ki, pullara aiddən danışıram, amma nəinki o birisilərdə.
Hə, ona görə də mən bildirdim ki, bizdə var bu. Yuliya xanım bildirdi ki, bizim məktəblərdə pul yatırırlar əsasən və o pula uyğun, valideynin yatırdığı pula uyğun şagirdlərə yeməklər verilir də hazır. Yəni şagird o pulu vermir, əvvəlcədən valideyn yatırdır, ona görə görmürlər. Biz dedim yox, bizdə fərqlidir. Ola da bilir, pul xərclənmək də ola bilir. Deməli, burada pulların hesablanması ilə bağlı bacarıqlar, alışların həyata keçirilməsi üçün tələb olunan bacarıqlar. Bu yerdə elə siz də müzakirə edə bilərsiniz. Çünki davamlı olaraq nəzəriyyə vermək müəllimləri yorur. Müzakirə edəndə daha həvəsli olurlar. Alışların həyata keçirilməsi üçün bacarıq. Məktəblərə alqı-satqı məsələlərini həll etməyi öyrətməzdən əvvəl propedevtik məsələ kimi, yəni ilk ön hazırlıq kimi nəzərdən keçirilməlidir ki, alqı-satqı məsələlərinin həllində 3 kəmiyyətin qiymət, miqdar, bir də məbləğin asılılığı nəzərdən keçirilir. Mövzunun öyrənməsinin birinci mərhələsində şagirdlərin dəmir pullar və əskinazlar haqqında bilikləri sistemləşdirmələri və ümumiləşdirilməlidir. Yəni onlar bilməlidirlər ki, qəpik pullarımız hansılardır, əskinaslarımız hansılardır. Verilmiş pul məbləğini müxtəlif dəmir pullar və əskinaslarla yığmaq tapşırıqlarımız var. Beşliklər və onluqlarla sayaraq eyni dəmir pullar və əskinaslarla yığılmış pul məbləğini hesablamaq. Baxın, qəpiklərdən yığıb və sual verir ki, Samir və Nalənin neçə qəpik pulu var? 5 qəpiklərdən ibarətdir, 10 qəpiklərdən ibarətdir. Belə qəpiklər saymaqla müəyyən edirlər ki, neçə qəpik pulları var. Əslində, baxın müəllimlər, elə bu 5-5 saymadır da, 5, 10, 15, 20, bu isə 10 saymaqdır. 10, 20, 30, 40. Bunlardan istifadə edərək şagirdlər 100 dairəsində saymağı daha da onlarda bacarığa çevirmək olar. Müxtəlif vərdişə üzr istəyirəm, çevirmək olar. Müxtəlif dəmir pullar və əskinaslarla yığılmış pul məbləğini hesablamaq. Baxın, belə pul qablar verilir və onların içərisində pullar, bu pulları da toplayıb yaza bilirlər ki, bu pul qabda nə qədər pul var, çox həvəslə tapırlar bunları. Dəmir pullar və ya əskinaslarla yığılmış pul məbləğlərini müqayisə etmək. Yığırlar, hesablayırlar ki, hansı daha çoxdur, hansı daha azdır, belə tapşırıqlar da olur. Adlandırılmış vahidlərin toplanması və çıxılmasının ilk təcrübəsini əldə edirlər. Məsələn, 2 dənə qəpik pulla ifadə et. Deyir ki, 6 qəpiyi 2 dənə qəpik ilə göstər. Məsələn, burada nə ilə göstərə bilər şagird? 5 qəpik ilə göstərə bilər, 1 qəpik ilə göstərə bilər, 2 dənə 3 qəpik ilə göstərə bilər. 13 qəpiyi deyir 2 dənə pulla göstər. Nə ilə göstərə bilər? 10 qəpik ilə göstərə bilər, bir də 3 qəpik ilə göstərə bilər. 20 qəpik 2 dənə ilə göstər, 2 dənə 10 qəpik ilə göstərə bilər və burada da onun toplamasını göstərəcək. Həmçinin şagirdlər eyni bir pul məbləğinin müxtəlif dəyərli dəmir pulları və ya əskinasları istifadə etməklə yığıla biləcəyi haqqında təsəvvür əldə edirlər. Yəni, onlar təsəvvür əldə etməlidirlər ki, tutaq ki, mən 15 manat pulu kağız pullarla da düzəldə bilərəm. Qəpik pullarla da, əskinaslarla da düzəldə bilərəm, qəpiklərlə də düzəldə bilərəm. Fərqi yoxdur. Eyni bir məbləği fərqli pullarla yığa bilərəm. Bu, şagirdlərin kombinator düşüncə tərzinin formalaşmasına səbəb olur. Onlara bir neçə doğru həlli olan məsələlərin mövcud olduğu anlayışını verir. Dəftəri pulunu hansı qəpiklərlə ödəmək olar, bir neçəsini yaz. Məsələn, belə tapşırıqlar bizim iş dəftərimizdə və kitab dərsliyimizdə də rast gəlinir. 12 qəpiyi müxtəlif qəpiklərlə düzəldə bilirlər uşaqlar və yaxud köynəyin pulunu hansı manatlıqlarla ödəyə bilərsən, bir neçəsini yaz. 1 manatlarla mı, 5 manatlarla mı, 10 manatdan da istifadə etməklə necə, hansı əskinaslarla ödəyə bilərsən. Alqı-satqı mövzusunu öyrənərkən şagirdlər ilk dəfə olaraq riyaziyyat kursunda kəmiyyətlərlə qarşılaşırlar. Bu mövzuya qədər məsələlərdəki ədədlər əşyaların sayını bildirirdi. İndi isə ədəd malın qiymətini və ya alışın qiymətini bildirə bilər. Alışlarla bağlı konkret nümunələrin və müəyyən vəziyyətlərin təhlili, praktiki yönümlü məsələlərin həlli şagirdlərin həyat təcrübəsinə əsasən baş verir. Məsələn, mövzu materialını öyrənərkən məktəblilər öyrənməlidirlər. Bir neçə maldan ibarət alışın qiymətini müəyyən etmək. Məsələn, o əgər bir neçə mal alıbsa,
daş alıbsa, karandaşlı flomaster alıbsa, daha sonra oyuncaq alıbsa, top alıbsa, bunların üçünün qiymətini o müəyyən etməyi bilməlidir ki, mən 3 əşya almışam. Bu 3 əşyaya nə qədər pul verməliyəm? Və yaxud verilmiş malı almaq üçün pulun kifayət edib etməyəcəyini müəyyən edə bilməlidir ki, mən tutaq ki, bunları almaq istəyirəm. Mənim əlimdəki pul kifayət edəcəkmi mən bunları alım? Və yaxud mənim pulum hansını almağa çatır? Bu tipli tapşırıqlar da edə bilməlidirlər ki, bu da həyat bacarıqda onlara lazım olacaq. Verilmiş malı almaq üçün mövcud pula nə qədər pul əlavə etmək lazım olduğunu müəyyən etmək. Yəni, əllərində pulu var və bu malı almaq üçün pulları çatışmır. Nə qədər üstünə pul əlavə eləsələr, bu malı ala bilərlər. Alışdan sonra alacaqları pul qalığını hesablamaq. Bu tipli tapşırığımız da var ki, pul veriblərsə, onlara nə qədər pul qalıq qaytarılmasını da bilməlidirlər ki, mən nə qədər qalıq alacağam. Dəmir pullar və ya əskinaslarla verilmiş malı almaq üçün lazım olar pul məbləğini yığmaq. Yəni, əgər 13 qəpiyə bu saat alacaqsa, bu 13 qəpiyi hansı qəpikləri götürsün o pul qabından versin ki, bu 13 qəpiyi düzəldib saatı alsın və yaxud 12 manata bu köynəyi alacaqsa, hansı əskinaslarla bu 12 manatı düzəltsin. Alqı-satqı mövzusunu öyrənərkən şagirdlər ilk dəfə olaraq riyaziyyat kursunda kəmiyyətlərlə qarşılaşırlar. Yalnız məktəblərin hesablama bacarıqlarını təkmilləşdirmək deyil, həm də bu bacarıqların praktiki əhəmiyyətini nümayiş etdirmək, şagirdlərin gündəlik həyatda qarşılaşa biləcəkləri məsələləri nümayiş etdirmək. Riyaziyyat kursunun pulla bağlı olan materialı riyaziyyatın öyrənilməsinin tərkib hissələrindən biridir və fənnin öyrənilməsinin zərurliyini nümayiş etdirir. 100 hüdudunda ədədləri toplamaq və çıxmaq bacarıqları, beşliklər və onluqlarla saymaq bacarıqları möhkəmlənir. Toplama və çıxma anlama ilə bağlı mətn məsələləri həll etmək bacarıqları təkmilləşir. Deməli, bu alqı-satqı mövzusunu öyrənəndə şagirdlərin 100 dairəsində ədədləri toplama çıxma bacarıqları, beşliklərlə, onluqlarla saymaq bacarıqları və toplama və çıxmaya aid məsələləri həll etmək bacarıqları təkmilləşir. 2 rəqəmli ədədlərin nömrələnməsi ilə bağlı olan dərs materialını dərk edilərək mənimsənilməsi kifayət qədər uzun sürən prosesdir. Buna görə də dərs ilinin sonuna qədər riyaziyyat dərslərində bu mövzu üzrə möhkəm bilik və bacarıqların formalaşmasına səbəb olan məsələlər daxil ediləcək. Praktiki işə gəlib çatdıq. Şagirdlər aşağıdakı tapşırıqlarda artıq ədədi hansı əlamətlərə görə tapacaqdır? Artıq ədədləri söyləyin. Baxın müəllimlər. Gəlin indi biz özümüz təhlil edək. Birincidə sizcə hansı artıqdır və nə üçün artıqdır? Məncə 3 artıqdır. Digərləri 2 rəqəmlidir. 3 isə 1 rəqəmli. Bəli, digər ədədlər 2 rəqəmlidir, 3 isə təkdir. Tək rəqəmli ədəd ona görə artıqdır. Bəs 2-də? 2-də 31 artıqdır. Çünki digərləri 6 onluq üzərində qurulmuş ədədlərdir. Bəli, hamısının 6 onluğu var, 31-in isə 3 onluğu var. Doğrudur. Bəs 3-də? Üçlü 6, 60 digərlərindən fərqlidir. Bəli. 60-ın bir dənə təkliyi 0-dır. 4-də hamısının təkliyi 3-dür. 26-da təkliyi 6-dır. Bəli. 5-də 53, 25, 70, 80. Yeni 4 yeni 3 onlu, 5 onlu, 1 onlu. Eee 83, 63, 90. Aha, tapa bilmədim 5-i. 5 haqqında fikir alan var müəllimlərdən kimsə köməyə gəlsin. Mən də fikirləşək. Mən tapdım. Hı. 23'dür. Niyə? Səbəb mənim düzdür 23-dür.
Çünkü orada последовательность 53, evet, 53, 63, 73, 83, 93, 23 ona daxil deyil. Onda müəllimə 63 də səhvdir. 63-cü yer səhvdir. Hə, deyirsiniz ki, arta gedir, 23 balacadır ortada. Yox, Da, əslində naверное, ona görə. yox. Doğru Yox, Fərdə doğru xanım. cavab 23-dür. 23. Sadəcə nəyə görə? Baxın müəllimlər, təklik 3-dür, onluq 5-dir. Onluq təklikdən böyükdür. Təhlik 3-dür, onluq 7-dir. Onluq təklikdən böyükdür. Bax bu sadalanan ədədlərin hamısında Da. onluqlar təklikdən böyükdür, amma 23-də yox. 23-də onluq təklikdən kiçikdir. Onluğu təkliyindən kiçik, ona görə 23 fərqlidir. Bəs 6-da sizcə hansı fərqlidir və nə üçün? Yəqin 99 olar ki, təhlik və onluğu eynidir. Əslində 99-dur, amma səbəb kimi o göstərilməyib. Nə üçün? Səbəb kimi göstərilib ki, burada 99 nə üçün fərqlidir? Çünki 90 hər ədədi sayandan sonra özündən sonra 2 rəqəmli ədəd gəlir. Çünki 89-dan sonra 90 gəlir, 51-dən sonra 52 gəlir, 29-dan sonra 30 gəlir. Amma 99-dan sonra 100 gəlir. Hər ədədin özündən sonraki ədəd 2 rəqəmlidir. Demək 99-un özündən sonraki ədəd 3 rəqəmli ədəddir. Yəni burada nədir? Məqsəd odur, onun üçün fərqlidir. Bu səbəb. Mən dediyi fikirdə götürmək olar, çünki digərlərin rəqəmləri fərqlidir demək olar. Çünki burada rəqəmlər ikisi eynidir. Hə. Amma Birisi doğrudur, ola bilər. Bunu tərtib edən şəxslərin tərtib edən sırf onu nəzərə alıb. Nə üçün? Çünki 1-də, 2-də, 3-də, 4-də daha asan variant qoyub ki, daha asan müəyyən edilsin. Amma 5-də, 6-da nisbətən qəliz qoyub. Hə, 5-də, 6-da isə nisbətən qəliz qoyub ki, sırf nə üçündür? Bu belə tipli tapşırıqlar şagirdlərin məntiqlərini, düşünmə bacarıqlarını, təfəkkürlərini inkişaf elətdirmək üçün qoyular düşünsünlər. Baxsınlar görək nə var, nə üçün fərqlidir, hansı qanuna uyğunluq var burada və yaxud pozulub. Bax buna görə, yəni müəllimənin dediyi variant əslində doğrudur, amma o variant kimi götürsək, bu çox asan variantdır da. Baxan kimi görünür ki, bunun təkliyi, yəni ədədləri eynidir, təkliyi onluğu eynidir, digərlərində isə fərqlidir. Amma yəni sırf tərtib edən o məqsədlə götürüb, həmin məqsədlə götürüb. Deməli, ikinci tapşırığa deyir ki, Səbinə tapşırığı həll edirdi. Anar 15 qəpiyə qələm alıb, o alışa görə 3 dəmir pul verdi. Anar alış üçün hansı dəmir pullarla ödəniş edib? Səbinə alışa görə 10 və 5 qəpik dəyərində dəmir pullarla ödəniş etməyi təklif etdi. Səbinə tapşırığı həll edərkən hansı səhvlərə yol verib? Bu səhv nə ilə bağlıdır? Səbinənin verdiyi cavabın doğru olması üçün tapşırığı yenidən necə ifadə etmək olar? Yenidən ifadə edilmiş tapşırığı hansı məqsədlə göstərmək lazımdır? Şagirdlər onun həllini müzakirə edərkən nə öyrənəcəklər? Əvvəlcə gəlin birinci suala cavab tapaq. Səbinə tapşırığı həll edərkən hansı səhvə yol verib? 2 qəpiklik götürüb, əslində 3 dənə götürməli idi. Səhvi buradaydı. Çünki o demişdi ki, 3 dəmir pul verib. Amma Səbinə deyir ki, bir 10 verib, bir 5, 2 dənə. Aha. Bu səhv nə ilə bağlıdır? Sizcə nə ilə bağlıdır? Səbinə sadəcə olaraq ondan tələb olunan pulu təmin edib, qəpiklikləri sayına önəm verməyib də. Yox, baxın, Səbinə bu tapşırığı həll edib, real olaraq eləməyib, tapşırıq həll edib. Yəni, Səbinənin bu tapşırığa səhvə yol verməsini nə ilə bağlayırsınız? Nə üçün, nə səbəb ola bilər ki, bu belə səhv eləsin? 3 dənə 5 qəpik toplayanda 15-in alındığını yəqin yaxşı bilmir. Deməli, bu uşağın pul haqqında təsəvvürü yaxşı inkişaf eləməyib də. Yəni, o qəpiklər haqqında, əskinazlar, qəpiklər haqqında olan təsəvvürü o gözünün önünə gətirə bilsəydi ki, mənim 3 dənə 5 qəpiyim 15 qəpik eləyir. Çünki burada deyir axı 3 dəmir pul verib. Və bir səbəb o ola bilər. Bir səbəb də şagirdin məsələnin şərtinə diqqət etməməsi ola bilər ki, bax, bu məlumata diqqət verməməsi ola bilər. Tələsi yoxlayıb, bu məlumata diqqət etməyib deyə. Elə deyib ki, 15 qəpikdirsə, 1, 11, 5 qoysam 15 düzələ bilər. Yəni, 2 səbəb ola bilər. Bəs verdiyi cavabın doğru olması üçün tapşırığı yenidən necə ifadə etmək olar? Alıcıya 2 dəmir pul verdi olsa, onda düz olar.
Ha. 2 dəmir pul versə variantı da doğrudur. Və yaxud bu alışa görə Şərti dəmir pul dəyişirsə, verdi variant cavabını buradan bu cümləni buradan çıxartsaq, Anar 15 qəpiyə qələm alıb, Anar alış üçün hansı dəmir pullarla ödəniş edib? Yəni o məlumatı oradan çıxartsaq da doğru ola bilər. Ya desək ki, 2 dəmir pul verib, o da doğru ola bilər, bir də çıxartsaq da doğru ola bilər. Yenidən ifadə edilmiş tapşırığı hansı məqsədlə göstərmək lazımdır? Şagirdlər onun həllini müzakirə edərkən nə öyrənəcəklər? Baxın, müəllimlər, nə məqsədlə göstərə bilərik yenidən ifadə edilmiş tapşırığı olaraq? Göstərməyimizin məqsədi nədir? yəni 15 qəpik müxtəlif üsullardan almaq olar. Bəli, almaq olar və yenidən ifadə etdiyimiz tapşırıq o deməkdir ki, yəni siz öncəki tapşırıqla şagird bir sonraki tapşırığı müqayisə edir və görür ki, burada bu məqam var. Yəni bu tapşırıqla bu tapşırıq fərqlənir də. Biz eyni tapşırıq eləyə bilmərik də. Məsələn, bu cümləni çıxartsaq, şagird 10 ilə 5 ilə versə düzgün eləyə bilir, hə? Amma bu cümlə ola düzgün edə bilmir axı. Yəni bu tapşırıq bu cümlə ola da, olmaya da eyni götürə bilmərik də. Ona görə bu fərqi göstərə bilərik real olaraq ki, baxın 2 məsələdir. Biz 2 məsələnin də həlli üçün 10 qəpik və 5 qəpik təklif eləyə bilmərik. Biz diqqətli olmalıyıq ki, şərti daha yaxşı anlaya bilək və müzakirə eləyəndə də onu öyrənəcəklər ki, şərti məsələ həll etmək üçün daha diqqətli olmalıdırlar. Şərtdə verilənlərə, onlara verilənlərə, onlardan soruşulanlara diqqət etməlidirlər. Platformadakı tapşırığa indi baxacağıq müəllimlər. Platformadakı tapşırıqdan sonra, bax bu tapşırıq da yerinə yetirilməlidir. Müəllimlər platformadakı tapşırıqdan sonra bu tapşırığı da yerinə yetirəcəklər. Birinci hissədəki tapşırıq yerinə yetirilməsi formatı şagirdlərə cavabı tapmağa necə kömək etdiyini izah etməlidirlər. Onlar ki, necə tapdılar bu tapşırığın cavabını. İndi gəlin platformadakı tapşırığımıza gedək. Bir də yekunda da nəzərdən keçirilən tədris motivasını artıq yekunda refleksiya edəcəksiniz. Bunun üzərində dayanmayaq. Keçək indi ora tapşırığımıza. Link qoyanda rahat keçə bilirdik. Link olmayanda gərək biz qaydaq platformaya. Buradakı tapşırıqlar da maraqlı tapşırıqlardır. 2 rəqəmli ədədlərin nömrələnməsini öyrənərkən müəllimlər buyurun. Hansı bəndləri seçək? Cavabınız varmı? Birinci fikir məncə doğrudur, amma ikincisi doğru deyil. Yeni say vahidi onluqla zaten tanışdılar məncə. Müəllimə, Amma axı 2 rəqəmli ədəd deyir. 2 rəqəmli ədədi öyrənməmişdən qabaq onluq daxil eləmişdik ki biz. 20-ni bilirdilər, məsələn 17 də 2 rəqəmli ədəddir. Bunları da bilirdilər. Zaten əvvəlcədən bilirdilər, onu demək istəyirəm. Yeni öyrənməyiblər. Əvvəlcədən var idi bazalarında. O mənada dedim. Deyirsiniz götürməyək. Yəni yeni ədədlər kimi 50, 60, 70 öyrənilir. O mənadadırsa götürmək məncə olar. Çünki bizim slaytımızda var idi. Rəqəm orada yadınızdadır mı? Ardıcılıqda var idi. Yeni say vahidi onluq təqdim edilir. Götürək görək nə olur? Hı-hı. Ədədlər Üçüncü fikir də doğrudur. Eyni vaxtda şifahi və yazılı nömrələmə öyrənilir, bəli. Ədədlərin rəqəmlərin köməyi ilə yazıldığı izah olunur. Bu da doğrudur. götürürdük bir rəqəmi. Amma ədədlərin rəqəmlərin köməyi ilə müasir yazıldığını biz edilməli, əvvəl götürmək. öyrətmişdik də onlara. Onun dairəsində öyrətmişdik. Onu yazanda da öyrətmişdik. Məncə 2 rəqəmlidə bunu götürsək doğru olmaz. Ədədlərin ardıcılığın mənimsənməsi üçün yüzlük kvadrat nümayiş etdirilir. Bunu götürə bilərik. Bəli, müəllimə. Təbii ki, yüzlük kvadrat mütləq. İşte ədədlərin qarşılıqlı bir rəqəmli uyğunluğu. Ədədin və bu ədədin modelinin qarşılıqlı bir rəqəmli uyğunluğu bu yox.
Məncə bu doğru deyil. Gəlin elə bu üç variantla götürək baxaq. Doğrudur. Yeni say vahidi onluğu da mütləq götürməliyik. Hansı bacarıqlar formalaşır? Deyir ki, iki rəqəmli ədədin nömrələnməsini öyrənəndə hansı bacarıqlar formalaşır, bir də təkmilləşir. Sizcə iki rəqəmli ədədin modelinə müvafiq olan ədədi yazmaq. Bu bacarıq formalaşırmı? Biz dedik ki, model verir, çubuqlarla, Bəli, bəli. qulluqlar. Bəli, çubuqlarını verir, bəli. Aha, Doğru. ona görə bunu götürürük. 100 İkinci hüdudlarında çubuqlar. onluqlar, beşliklər, ikiliklərlə saymaq. Bu da doğru məlumat. Bəli, bunda. İki rəqəmli ədədləri müqayisə etmək. Bəli. Nömrələmədə müqayisə Yox lazımdırmı? Ha, nömrələmədir. Aha. Nömrələmədir, bəli, nömrələmə. Yox onda. 48-dən 39-a qədər sıra ilə söyləmək. Sıralama var bəli. Bəli. Onlar müəllimə geriyə doğru saya bilər. Aha. Amma sonuncu fikir 103-ü keçməyiblər, 100-ə qədər. Bəli, üç ona rəqəmli. görə bunu götürmürük. Ona görə bunu götürmürük. Daha sonra Sona və Lalə pul daxillərindəki pulları saydılar. Lalə Sonaya 1 manat verərsə, onların pulu eyni olacaq. Lalədə Sonadan neçə manat daha çoxdur? 2 manat müəllimə. Bəli. 2 çoxdur ki, birin verəndə bərabərləşəcək. Sonuncu tapşırığımız, baxın, o müzakirə olması tapşırığa aid olan tapşırıqdır. Deyir, Sona, Lalə və Anarın birlikdə 90 qəpiyi var, üçünün 90 qəpiyi var. Sonada Anardan 10 qəpik daha çoxdur. Lalədə Anardan 10 qəpik daha azdır. Sonada çoxdur, Lalədə isə azdır. Hər kəsin nə qədər pulu olduğunu göstərmək üçün dəmir pulları hərəkət etdirin. Bax, bunu necə edəcəklər? Bax, bu dəmir pulları götürüb yığacaqlar kaşloklara. Bu qablar. Müəllimə, məncə sonada 40 olacaq. Anarda 30, Lalədə də 20. Sonada çoxdur deyir. Sonada Sonada 40, Lalədə 20, Anarda da 30. Anarda 30 olsa. Təbii ki, bunu seçmə yolu ilə tapacaqlar. Əlbəttə, indi mən test tapmaq üçün belə tənlik qurdum. Onlar yəqin ki, qoyacaqlar. Bəli, onlar sadəcə seçəcəklər, götürəcəklər bir-bir qəpikləri qoyacaqlar ki, görək, nətər eləsək, Lalədə Anardan az olar, Sonada Anardan çox olar. Belə edəcəklər. Və bu tapşırığımız müəllimlər 2 hissəlidir. Bax, müəllimlər də orada bu pulları yığandan sonra qeyd işarəsinə vuracaqlar. Qeyd işarəsinə vurandan sonra bizim ikinci hissəmiz var burada. İkinci hissə açılır. Baxın, burada. Oxa vururuq, ikinci hissə açılır. Və aşağıya düşürük. Sonra deyir ki, hər kəsin nə qədər pulu var. Biz qeyd edirik. Sonanın 40 qəpiyi, Lalənin 20 qəpiyi, Anarın da 30 qəpiyi var. Qeyd edirik, qeydi seçirik, ondan sonra qeydə alınır. Müəllimə, indi mən belə tənlik kimi getdimdə, birinci sinif uşaqları bunları bilmir axı. Necə eləsə daha uyğun olar? Uşaqlar hərəsinə ilk öncə 10-10 qəpik verir. Hə, ancaq bax belə. Nə üçün? Bax, bu tapşırığın, yəqin ki, onların, biz artıq elədik deyə geri qayıtmadı. Yəqin ki, onların, nədir, təqdimatlarında da belə tapşırıqlar olacaq. Sırf neynəmədilər? Onlar yalnız qəpik-qəpik düzmədilər. Məsələn, tutaq ki, hərəsinə 10 qəpik qoydular, hə, üçü də bərabər oldu. Təzdən götürürlər, bir də hərəsinə 10 qəpik qoyurlar. Ha, belə. Yenə, hamısı bərabərdir. Sonra götürürlər, buna qoyurlar 10 qəpik. Buna da qoysalar 10 qəpik, indi belə eləyək də, buna da qoysalar 10 qəpik. Hamısı bərabər oldu, hə? Artıq 90 qəpik getdi. Bəs necə eləyək ki, Anarda, Lalədə az olsun? Baxın, Sonada Anardan 10 qəpik daha çoxdur. Yəni, Sonada çox olsun. Baxırıq, deyirik ki, uşaqlar, Sonada çoxdur, Lalədə azdır. Necə eləyək? Amma Sona ilə Lalə burada bərabərdir. Nətər eləyək ki, Sonada çox olsun? Onda Lalədən 10 qəpik alaq, verək Sonaya. Onda Sonada çox oldu, Lalədə az oldu. İndi gəlin Anarla müqayisə edək. Görək tapşırığın şərtindəki kimi Sonadakı Anardan 10 qəpik çoxdur. Baxırıq, hə, Anarda 30-dur, Sonada 40-dır. Bəli, 10 qəpik çoxdur. Lalədə 20-dir, Anarda 30-dur. Azdır. Bax, belə eləyə bilərik. Yəqin ki, onların təqdimatlarında da belə olacaq.
Müəllimə, aydın oldu mu? Əlbəttə müəllimə, aydındır. Çox sağ olun. Belə Buyurun. daha yaxşıdır, rahatdır. Hə, belə daha rahatdır. İnanın, o qədər rahatdır ki, belə. Yəni şagirdlər bir var ki, real şəkildə bəli, biz onsuz da qəpik keçəndə onlara kağızdan, kardondan qəpik düzəltdiririk, gətiririk, masanın üstündə elətdiririk. Amma belə lövhədə görəndə daha rahatdır da. Həm vaxta qənaətdir, həm də daha böyük formatda görürlər deyə uşaqlar daha yaxşı mənimsəyirlər. Müəllimlər, mövzularımıza aid nə isə bir sualımız qaldımı? Qaranlıq qalan məqam, nə isə sual, başa düşmədiyiniz. Üzrünü sayın müəllimə bir daha. Orada Buyurun. saat hissəsində 7:30 yazıblar. Mən düşündüm 17:30-dur. Ona görə mən gec olmuşam. Yəqin ki, linki yerləşdirərlər. İzləyərəm sabah Hə, dərsləri. zapis olub yəqin Şəbnəm xanım təşkil eləyər. Link atacaq. Mən bizə Baxmadığınız yerə baxarsınız. Buyurun, problem deyil. Biz əslində o gün bu məsələni müzakirə etdik. Dedik ki, eybi yoxdur. Hansı müəllimlər ki, işdən gec gəlirlər, evə gec çatırlar, onlar önünü izləyə bilərlər. Öncəki hansı yerdən ki, qoşulublar, oranı izləyə bilərlər. Müəllimlər, sualımız qalmadısa da sağollaşa bilərik. Müəllim, üzrünüzü sayın, mən bir sual vermək istəyirdim. Mən Buyurun. təzə qoşulanda siz həmin hissəni izah edirdiniz. Buyurun. Ədədlərin adlandırılması ilə bağlı orada dediniz ki, 90 və 40 fərqli adlanır. Necə fərqli adlanır? Baxın, Niyə digərlərindən fərqlidir? 60 deyəndə, baxın 60 hardasa 6-ya yaxındır da 60. 99-a yaxındır, 99-u da oxşuyur axı. O da oxşuyur. Qoy bir qayda ora görə. 20-cidə idi də o. Neysə, mənə qaranlıq qaldı. Bir də bilirəm ki, müəllimlər o sualı verəcəklər. Bir dənə baxaq ora. Bizdə yox, 20-də deyil idi, o 21-də idi, hə? 21-də idi. Mən qoşulanda ikinci dərsi artıq izah edirdiniz Hə, siz. hə, baxaq ora. Əvvəlində idi. Gəlin baxaq görək. Hə. Bununla bərabər bu ədədlər, mən təqdimat eləməmişəm. Mən təqdimatı dayandırdım bircə dəqiqə. Deməli, görürsüz müəllimə, Jalə müəllimə? Bəli, açıldı. Hə. Deməli, deyir ki, 10, 20, 30, 40, 50 və s. ədədlərin modellərini nəzərdən keçirməli və onluqlarla sayarkən bu ədədləri əldə etməklə başlayır. Bununla bərabər bu ədədlərin adlarını, onluqların sayını işarə etdiklərini müzakirə etmək lazımdır. 20, 20, 30, 30. Bu yəqin ki, rus sektoru ilə qarışıq düşüb əslində. Baxın müəllimlər. 22 onluqdur bizdə. Onlarda 20, 30. Soruq axı 40 bizdə, onlarda soruqdur. Bizdə isə 40-dır. Onlarda 50, yəni 5 onluq deməkdir. Sonra 60 6 onluq deməkdir. Bu yəqin rus dilindən tərcümədə belə düşüb müəllimə. Yaxşı ki, elə bu məqama qayıtdınız. Mən əslində bayaq bu üstündən keçmişdim. Əslində elə bizdə 60, yəni 50. 66 oxşardır demək olar. 30-dan 3 onsuz da oxşamır. 40-la 4 oxşamır. 50 ilə 5 oxşamır. 20 ilə 2 oxşamır. Yəni bizdə ümumiyyətlə oxşamır. Bu slaytda dəyişiklik eləyərik. Bu yəqin ki, rus sektoru ilə tərcümədə belə düşüb. Onlarda oxşardı axı, ona görə. Burada deyərik dəyişiklik eləyərlər. Biz bunu necə edərik? Bununla bərabər bu ədədlərin adlarını, bu ədədləri əldə modellərini nəzərdən keçirmək və onluqlarla sayarkən bu ədədləri əldə etməklə başlayır. Elə buradan bu tərəflərini silərik biz. Ki, bu olmasın. Bununla bərabərdən axıra qədər silərik. Oldu, çox sağ olun. Çox sağ olun, Jalə müəllimə. Bizə də yəqin ki, bu suallar təlimdə gələcəkdir. Deyəcəkdilər ki, bəs orada nədir? Nə fərq var? Çox sağ olun ki, bir problemin qarşısını almış olduq. Təşəkkür edirəm. Dəyməz, buyurun. Müəllimlər, sualımız yoxdur ki. Başqa sual? Xeyr, müəllimə, yoxdur. Çox sağ olun, minnətdaram. Sağ olun, siz də sağ olun. Zamanınızı ayırdınız, təlimimizə qoşuldunuz. Hər kəsə təlimdə uğurlar arzulayıram, bol səbr arzulayıram. İnşallah gələn dəfə